Salam, Avqust 4 bürc proqnozuna xoş gəlmisiniz. Uğurlar. Qoç. 4 Avqust 2026-cı il tarixi sənin üçün sadəcə təqvimdəki bir rəqəm deyil, həm də daxili aləmində baş verən incə dalğalanmaların, xarici dünyadakı sürətli dəyişimlərin tam orta nöqtəsidir. Yayın o çılğın, rahat və bir qədər də dağınıq enerjisi yavaş-yavaş yerini son ayın ciddiliyinə buraxırkən, sən qoç olaraq bu keçidi ən kəskin hiss edənlərdənsən. Çünki sənin əsl təbiətin hərəkət, mübarizə və yenilikdir. Amma bu dəfə ulduzlar sənə biraz dayanıb ətrafa baxmağı, bu yayda əkdiklərinin hansılarının artıq meyvə verdiyini, hansılarının isə bir dəfəlik kökündən quruduğunu görməyi tövsiyə edir. Səhər saatlarında ayın şüaları ilə Mars arasında yaranan incə bir əlaqə, səhər oyanan kimi içində anlaşılmaz bir narahatlıq yarada bilər. Amma bu narahatlıq boş yerə deyil, bu, sənin 6-cı hissinin səsidir. Bugün o hissə qulaq asmaq, uzun müddətdir görməzdən gəldiyin o xırdalıqları yenidən müayinə etmək üçün ən münasib zamandır. Günəşlə Zühəl planeti arasındakı bucaq, sənin karyera nərdivanında növbəti pilləyə qalxmağın nə qədər vacib olduğunu xatırladır. Amma eyni zamanda ailə, ev, ana, baba və ya sənin üçün kök mənası verən məsələləri də tam gündəmin ortasına qoyur. Sən bir tərəfdən peşə həyatında daha uca zirvələrə çatmaq, adını daha geniş kütlələrə tanıtmaq istəyirsən, digər tərəfdənsə içindəki o balaca, amma köklü uşaq sənə bəs mənim təhlükəsizliyim, mənim toxunulmazlığım, deyə sual verir. Cavabını hələ tam bilməsən də bu sualı sormağın özü artıq böyük bir addımdır. Sevgi sahəsində bu tarix sənin üçün biraz çətin, amma eyni zamanda olduqca dərin keçidlərlə dolu ola bilər. Əgər bir münasibətin varsa, ortağının davranışlarında son zamanlar hiss etdiyin o yadlaşma və ya uzaqlaşma bugün daha da qabarıq görünə bilər. Amma qorxma, çünki bu ayrılıq xəbəri deyil, əksinə daha dərin bir yaxınlaşmanın xəbərçisidir. Məsələ ondadır ki, sən qoç olaraq problemləri üz-üzə gəlib həll etməyi, döyüşməyi və qalib gəlməyi sevirsən, amma sevgidə qalibiyyət anlayışı tamam fərqlidir. Bəzən sevgidə qalib gəlmək, susmaq, bəzən geri çəkilmək, bəzən də səhv etdim deməyi bacarmaqdır. Bugün ortağının gözlərində əvvəllər görmədiyin bir kədər və ya inciklik hiss edə bilərsən. Bu, sənin günahın olmaya da bilər, amma ulduzlar sənə məhz bu anın bir pəncərə açdığını söyləyir. Əgər bir anlıq əsəbiyyətini bir kənara qoyub, sadəcə dinləməyi bacarsan, ortağının sənə illərdir demədiyi, amma ürəyində daşıdığı bir həqiqəti açacağını görəcəksən. Subay qoçlar üçün isə bugün çox maraqlı və cazibədar görüşlər vəd edir. Günorta saatlarından sonra, xüsusilə iş mühitində və ya dost tavsiyəsi ilə tanış olacağın biri, səndə bu nə qəribə hissdir, sualını yarada bilər. Bu adam bəlkə də sənin tipin deyil, bəlkə səndən fərqli dünya görüşünə malikdir, amma məhz bu fərqlilik səni cəlb edəcək. Amma diqqətli ol, bugün ilk təəssürata çox güvənmə. Ulduzlar deyir ki, bugün qəlbinlə başının arasında bir müharibə yaşanacaq, amma qərarı tələsmədən, heç olmasa 3 gün gözləyərək vermək daha ağıllı olar. Sevgidə səbr hər zaman sənin güclü tərəfin olmayıb, amma bugün tam olaraq bunu öyrənmək üçün fürsətdir. Fiziki olaraq bu dövr sənin üçün bir qədər yığılmış yorğunluğu üzə çıxaran bir vaxtdır. Yay boyu gecə-gündüz demədən çalışan, məqsədləri üçün yanan qoç bürcü olaraq, bədəninin səssiz qalan o tərəfləri indi səsini eşitməyə başlayıb. Baş ağrıları, xüsusilə günəşin ən yüksək nöqtəyə çatdığı öylə saatları, enerjində birdən düşmələr, bədənindəki yumşaq toxumalarda gərginlik hissi, bunların hamısı bədəninin sənə göndərdiyi siqnallardır. 4 Avqustda ayın qoç burcunda tutulması, əgər tam deyilsə belə təsiri hiss olunur, sənin bağışıqlıq sistemini bir qədər həssas edə bilər. Bu, o deməkdir ki, qrip, infeksiya və ya viruslar üçün açıq qapı yarana bilər. Həkimə getməyi unutma, xüsusilə qan təzyiqi və ya ürək ritminlə bağlı keçmişdə bir şikayətin olubsa, bugün onu yoxlatmaq üçün əla fürsətdir. Amma bu proqnoz sadəcə xəstəlik xəbərdarlığı deyil, həm də bir çağırışdır. Bədənini dinləməyi, ona qulaq asmağı, qaçmaq əvəzinə yavaş-yavaş gəzməyi öyrən. Bugün idmanla məşğul olmaq istəyirsənsə, ağır çəki və ya yüksək intensivlikli məşqləri bir günlüyə təxirə sal. Bunun əvəzində uzun bir gəzinti, göl kənarında meditasiya və ya yavaş-yavaş nəfəs alma hərəkətləri bədəninə həm fiziki, həm də ruhi olaraq daha çox fayda verər. Bugün sənə ən çox lazım olan şey yarışmaq deyil, barışmaqdır, öz bədəninlə barışmaq. Həmçinin su içməyi unutmaq, yayın qızmar günlərində bədənin itirdiyi mayeni geri qaytarmasan, enerji çarxın ilişib qala bilər. Kiçik dəyişikliklər, məsələn, səhər yeməyinə bir qaşıq bal əlavə etmək, gün ərzində tərəvəz suyu içmək kimi vərdişlər, bugün səni sağlamlıq baxımından 3 addım önə aparar. Maliyyə sahəsində 4 Avqust sənin üçün balansı düzəltmək günüdür. Bu ilin əvvəllərində, xüsusilə yaz aylarında bəzi xırda büdcə səhvləri, plansız xərclər etdinmi?
Bugün onların qarşınıza çıxma vaxtıdır. Narahat olma, bu iflas və ya böyük borc demək deyil. Sadəcə olaraq ulduzlar səndən öz maliyyə planına bir daha nəzər yetirməyi xahiş edir. Günəşin maliyyə evində yaratdığı rahat bucaq, sənin bir qədər uzaqdan gələcək pul axını, bəlkə də əvvəllər unutduğun bir borc və ya köhnə iş yoldaşının təklif edəcəyi kiçik bir qazanc imkanı barədə xəbər verir. Amma bugün böyük investisiya qərarları vermək, səhmlərə və ya riskli layihələrə pul yatırmaq üçün ən əlverişli vaxt deyil. Ayın yerləşməsi bazarın dəyişkən olacağını, qısa müddətli və dalğalı hərəkətləri göstərir. Əgər bir alış-veriş edəcəksənsə mütləq araşdır, qiymətləri müqayisə et və ən vacibi, emosional alış-verişdən qaç. Bəli, qoçlar emosional alış-verişə meyillidir, xüsusilə özlərini yaxşı hiss etmək istədikdə, amma bugün sənə tövsiyəm, pulunu xərcləməzdən əvvəl onu bir gecə yatırt. Sabah səhər o paltarı, o telefona və ya o ayaqqabını hələ də istəyirsənsə, onu da al. Bu sadə üsul səni əvvəlki ayların bəzi peşmançılıqlarından qoruya bilər. Uzun müddətli maliyyə sabitliyi üçün isə bugün gözəl bir gündür. Büdcə cədvəli tərtib et, bir təcili fondu yaratmaq üçün ilk addımı at və ya mövcud yığımlarını faiz gətirən bir hesaba yönləndir. Bu, yaşınızdan və ya gəlir səviyyənizdən asılı olmayaraq sizi sabaha daha inamlı aparacaq. Peşə sahəsində bugün sənin üçün nişanlanma günü kimidir. Yəni, uzun müddətdir üzərində çalışdığın, lakin heç vaxt rəsmiləşməyən o layihə, o təklif, o yeni vəzifə indi yavaş-yavaş qızıl suyuna çəkilir. Günəşin 10-cu evində olması səni iş yoldaşlarının və rəhbərliyin gözü qarşısında daha da parlatsa da, bu parıltı tək başına yetərli deyil. Bugün sənin üzərinə düşən vəzifə o parıltını düzgün istiqamətə yönəltmək və onu qalıcı bir uğura çevirmək üçün zəmin hazırlamaqdır. Zühəl planetinin təsiri sənin keçmiş təcrübələrinə, xüsusilə son 3 ildə qazandığın o incə bacarıqlara dönüb baxmağını tələb edir. Çünki bugün qarşılaşacağın problemlər əslində əvvəllər həll etdiyin problemlərin daha böyük versiyasıdır. Sən artıq hazırsan, sadəcə buna inanmağa ehtiyacın var. Kollektiv işlərdə bugün ortaq qərarlar vermək, bir heyət olaraq hərəkət etmək fərdi uğurlardan daha səmərəli olar. Əgər mümkünsə, günortadan sonra təşkil ediləcək bir görüşdə və ya konferans zəngində fikrini bildirməkdən çəkinmə, sənin sözlərin otaqdakı hər kəsin düşündüyü, amma söyləməyə cəsarət etmədiyi həqiqətlər ola bilər. Biznes sahibi qoçlar üçün isə bugün yeni müştəri və ya tərəfdaş cəlb etmək üçün çox əlverişli deyil, amma mövcud müştəri əlaqələrini möhkəmləndirmək, onlara daha dərin dəyər təklif etmək üçün idealdır. Yəni, bugün genişlənmə günü yox, dərinləşmə günüdür. Və yadında saxla, bugün işdə səbirsizlik sənin ən böyük düşmənindir. Biraz gözləmək, biraz daha düşünmək nəticədə səni həm karyerada, həm də maliyyədə daha uzağa aparacaq. Buğa 4 avqust 2026-cı il sənin üçün yavaş-yavaş içinə çəkildiyin o sakit, amma bir o qədər də məhsuldar dövrün tam ortasıdır. Yayın qızmar günləri hələ də davam etsə də, sən buğa olaraq təbiətin sənə bəxş etdiyi o ağır, torpaq kimi sabit və dözümlü enerjini indi daha qabarıq hiss edirsən. Bugün ulduzlar səni öz daxili aləminə, öz rahatlıq zonana, həm də oradan çıxıb nəhayət ki, böyük addımlar atmağa çağırır. Günəşin sənin 4-cü evinə yerləşməsi, ailə, ev, uşaqlıq xatirələri və sənin üçün kök mənası verən hər şeyi yenidən gündəmə gətirir. Amma bu dəfə o xatirələr ağrıtmır, əksinə sənə güc verir. Marsla Zühəl arasındakı mürəkkəb əlaqə isə sənin maddi dünya ilə mənəvi dünyanın arasında bir körpü qurmağını tələb edir. Sən artıq o gənc buğa deyilsən ki, hər şeyin düz xətt üzrə, planlaşdırıldığı kimi getməsini gözləyəsən. Bugün sən başa düşürsən ki, həyatda ən gözəl şeylər planların arasındakı boşluqlarda, yarımçıq qalmış cümlələrdə, gözlənilməz qarşılaşmalarda baş verir. Ayın gün ərzində keçəcəyi bürclər səni sabahki işlərin qayğısından çıxarıb bugünə, məhz indiki ana diqqət yetirməyə məcbur edir. Bəlkə də bu səhər yuxudan oyananda ürəyində ləng bir ağırlıq hiss etdin, ya da əksinə izahsız bir rahatlıq. Hər iki halda bu hisslər əbəs deyil, onlar sənin içindəki o səssiz müdrikliyin səsidir. Çünki buğa bürcünün ən böyük gücü nə plan qurmağı, nə uğur qazanmağı, nə də sürətli olmağı bacarmasıdır. Sənin ən böyük gücün hər şeyə baxmayaraq sakit qalmağı, yerində dayanıb bütün fırtınaların keçməsini gözləməyi bacarmağındır. Və bugün 4 avqustda o fırtınalar keçmiş, sən isə hər zamankindən daha möhkəm, daha aydın və daha istiqanlı dayanırsan. İndi bütün diqqətini özünə çevir və bax gör, bu sakitliyin içində nələr gizlənir. Sevgi həyatında buğa bürcü üçün bu tarix, illərdir davam edən o tanışlığın, o alışmış rahatlığın birdən-birə sarsıla biləcəyi, amma bu sarsıntının dağıdıcı yox, əksinə tikici olduğu bir gündür.
Əgər uzun müddətli bir münasibətin varsa, bugün ortağınla aranda olan o susqunluq, o danışılmayan mövzular tam bugün gün işığına çıxmaq istəyir. Sən yəqin ki, son həftələrdə ortağının davranışlarında bəzi dəyişikliklər hiss etmisən. Bəlkə daha çox susur, bəlkə daha çox düşünür ya da sənə qarşı daha həssas olub. Bugün onunla baş-başa, şəhərin səs-küyündən uzaq, bəlkə də sevdiyiniz bir kafedə və ya evinizin həyətində sadəcə oturub danışmaq üçün əla zamandır. Söz yox, söhbət yox, sadəcə hissləri bölüşmək. Çünki buğa olaraq sən sevgini sözlərdən çox hərəkətlərlə, toxunuşlarla, qayğı ilə ifadə edirsən. Amma bugün ortağının ehtiyacı olan şey bəlkə də sadəcə olaraq səni eşidirəm deməyindir. Münasibətdə uzun müddətdir səni narahat edən o xırda şey, məsələn, ev işlərinin bölüşdürülməsi, maddi qərarlar və ya gələcək planları ilə bağlı fikir ayrılığınız, bugün yumşaq, amma qətiyyətli bir söhbətlə həll yoluna gedə bilər. Subay buğalar üçün isə bugün sevgi baxımından olduqca maraqlı və gözlənilməzdir. Günorta saatlarında bəlkə də iş yoldaşın, bəlkə də uzun müddətdir görmədiyin bir dostun ya da təsadüfən qarşılaşacağın bir tanışın səndə əvvəllər hiss etmədiyin bir cazibə yarada bilər. Amma buğa olaraq sən yeni insanlara qarşı ehtiyatlısan, bu yaxşı xüsusiyyətdir. Bugün qəlbinin səsinə qulaq assan da başını da işə sal. Çünki bugün qarşılaşacağın insan ilk baxışda sənin tipin kimi görünməyə bilər, amma bir neçə gün sonra fikrin tamamilə dəyişə bilər. Odur ki, bugün tanışlıqların heç birinə yox demə, sadəcə bəlkə deyib gözlə. Sağlamlıq baxımından 4 avqust buğa bürcü üçün bir növ yenidən başlanğıcdır. Yay boyu istilər, hava dəyişiklikləri, bəlkə də səyahətlər və ya iş yükünün artması sənin bədənində müəyyən gərginliklər yaratmışdı. Amma bugün ulduzlar sənə deyir ki, o gərginliklər artıq pik həddə çatıb və indi azalmağa başlayır. Xüsusilə boyun, çiyinlər və bel nahiyəsində yığılmış o durğunluq, əgər bunu hiss edirsənsə, tam bugün səhər idmanı, yoga və ya yüngül bir masajla onu aradan qaldırmağın vaxtıdır. Amma diqqətli ol, buğa bürcü olaraq sən tez-tez öz bədəninin siqnallarını görməzdən gəlirsən, çünki düşünürsən ki, hər şey öz-özünə keçər. Halbuki bugün ayın təsiri altında bədənin daha həssas, daha çox diqqət tələb edəndir. Mədə-bağırsaq sistemin, xüsusilə yayın meyvələrini, soyuq içkiləri çox sevdiyin üçün bəlkə biraz incimişdir. Bugün ağır, yağlı, qızardılmış yeməklərdən qaçınmaq, daha çox təzə tərəvəz, qaynadılmış ət və bol su içmək bədəninə minnətdarlıq etmək deməkdir. Yuxu rejiminə gəlincə, son günlər gecə yatmaqda çətinlik çəkmisənsə, bugün axşam yuxudan əvvəl rahatlaşdırıcı çaylar içmək, isti duş qəbul etmək və ekran işığından uzaq durmaq sənə çox kömək edər. Unutma ki, buğaların ən həssas nöqtəsi boğaz və tiroid bezləridir. Əgər boğazında yüngül bir qıcıq, quruluq və ya səsin qısılırsa, bunu ciddi qəbul et. Bu, bədəninin sənə dayan, nəfəs al deməsinin bir üsuludur. Bir stəkan ilıq su, bir qaşıq bal və limon bugün sənin ən yaxşı dostun ola bilər. Həmçinin zehni sağlamlığına da diqqət yetir. Bugün keçmişi çox düşünmək, nə olsaydı, sualları ilə özünü yormaq istəyə bilərsən, amma ulduzlar sənə xatırladır. Ən yaxşı yaşanacaq zaman bugündür, ən yaxşı düşüncə isə indiki andır. Maliyyə sahəsində buğa bürcü üçün 4 avqust. Son ayların səbirli yığımının, qənaətinin və düzgün planlamasının ilk meyvələrini toplamaq vaxtıdır. Bəli, sən buğa olaraq maddiyyata həmişə xüsusi önəm vermisən, çünki bilirsən ki, pul təhlükəsizlikdir, sabitlikdir, gələcəkdir. Amma bugün o sabitliyin sərhədlərini biraz genişləndirməyin vaxtıdır. Günəşin maliyyə evində yaratdığı müsbət bucaq, sənə uzun müddətdir gözlədiyin bir gəliri, bəlkə maaş artımını, bəlkə əvvəllər verdiyin bir borcun qayıdışını ya da investisiyalarından gələn gözlənilməz bir qazancı xəbər verir. Bu, böyük məbləğ olmaya bilər, amma sənin üçün əhəmiyyətlidir, çünki bu, sənin doğru yolda olduğunu göstərən bir işarədir. Amma diqqətli ol, buğalar bəzən pulu o qədər çox sevirlər ki, onu xərcləməkdə çətinlik çəkirlər. Bugün isə ulduzlar sənə özünə yatırım et deyir. Bu, yeni bir təhsil proqramına qoşulmaq, uzun müddətdir istədiyin bir peşə kursuna yazılmaq ya da sənə rahatlıq gətirəcək ev avadanlığına pul xərcləmək ola bilər. Yəni, pulunu elə bir yerə yatır ki, o pul sənə geri qayıtsın, yeni bacarıq, yeni rahatlıq, yeni təcrübə olaraq. Riskli investisiyalara gəlincə, bugün bazar dalğalıdır. Əhval-ruhiyyən yaxşı olsa da, böyük qərarlar verməzdən əvvəl mütləq bir maliyyə məsləhətçisi ilə danış. Bugün üçün ən doğru maliyyə hərəkəti gələcəkdə böyük bir alış, məsələn, avtomobil, ev və ya torpaq üçün ilkin ödənişi hesablamaq və bu hesabla əlaqədar olaraq aylıq qənaət planını nəzərdən keçirməkdir.
Uzun müddətli düşünən buğa olaraq sən sabahı indidən qurursan və bugün atacağın o kiçik addım bir neçə il sonra səni daha böyük bir qapıya aparacaq. Karyera baxımından 4 avqust sənin üçün görünmə günüdür. İllərdir çalışdığın, bəlkə də arxa planda qaldığın, amma heç vaxt təriflənmədiyin o əməyin, bugün onu başqaları görəcək. Günəş və Marsın arasındakı rahat əlaqə səni iş yerində daha öndə, daha səlahiyyətli bir mövqeyə çıxara bilər. Amma buğa olaraq sən diqqət çəkməyi, qırmızı xalçada gəzməyi sevməzsən, sən işini görüb evə getməyi sevərsən. Amma bugün istər-istəməz diqqət mərkəzində olacaqsan. Və bu pis deyil. Çünki rəhbərliyin səndə görmək istədiyi keyfiyyətlər, dözüm, etibarlılıq, sistemli iş, məhz bugün işıq üzü görəcək. Əgər bu yaxınlarda bir iş görüşməsi, müsahibə və ya layihə təqdimatın varsa, bugün gözəl bir gündür. Çünki sənin səbrin və hazırlığın digər namizədləri geridə qoyacaq. Peşə həyatında bəlkə də bir yer dəyişmə, yeni bir şöbə və ya yeni bir vəzifə təklifi alacaqsan. Amma qərar vermək üçün tələsmə. Buğa olaraq sən hər şeyi əvvəlcə həzm edib, sonra cavab verməyi sevirsən, bu xüsusiyyətin bugün səni qoruyacaq. Çünki alacağın təklif zahirdə çox cəlbedici görünsə də ətraflı araşdırdıqca bəzi incə detallar, xırda şərtlər üzə çıxa bilər. Bugünün ən mühüm karyera dərsi uğur təkcə qazanmaq deyil, həm də doğru zamanda doğru qərar verməkdir. Əgər mümkünsə bugün ərizə yazmaq, müqavilə imzalamaq və ya rəsmi müraciət etmək əvəzinə həmin sənədləri bir gün gözlətdir, yenidən oxu, bir daha düşün. Sabah səhər eyni fikirdə olacaqsansa o zaman hərəkətə keç. Həmçinin bugün iş yoldaşlarınla münasibətlərində daha açıq, daha istiqanlı ol. Kiçik bir təşəkkür, kiçik bir tərif sənin ətrafında daha möhkəm bir komanda yaradar. Əkizlər 4 avqust 2026-cı il sənin üçün, ey əkizlər, illərdir qaçdığın o suallarla üz-üzə gəldiyin, nəhayət ki özünə qarşı dürüst olmaq cəsarətini tapdığın bir gündür. Həmişə çevik, həmişə hazır, həmişə yeni bir şey axtarışında olan sən bu dəfə biraz yavaşla, biraz dərinə in. Çünki ulduzlar deyir ki, sənin qarşında duran imkanlar heç vaxt bitməyəcək, amma sənin içindəki o aramsız narahatlıq, o görəsən nəyi qaçırıram hissi, əgər bugün bir kənara qoyulmasa, səni daim qaçan bir ovçuya çevirə bilər. Ayın 4-cü evində yerləşməsi bugün evə, ailəyə, keçmişinə doğru bir çağırış edir. Bəlkə də uzun müddətdir zəng etmədiyin ailə üzvünün səsi, bəlkə də uşaqlıq evindən gələn bir xatirə, bəlkə də sadəcə olaraq sənin öz daxilindəki o səssiz uşağın hardasan sualıdır. Sən cavab verməli deyilsən, amma o sualı eşitməlisən. Bugün sənin adətən etdiyin kimi hər şeyi zehniyyətlə həll etmək, beyninlə ətrafındakı hər şeyi analiz etmək istəyəcəksən. Amma bu dəfə işləmir. Çünki Mars və Neptun arasındakı o mürəkkəb bucaq sənə deyir ki, həyatın bəzi hissələri məntiqin süzgəcindən keçmir. O hissələr hiss olunur, yaşanır, amma izah edilə bilməz. Və bu səni çox qorxudur. Çünki əkizlər olaraq sən anlamadığın heç nəyə dözə bilməzsən. Amma bugün, yalnız bugün üçün anlamamağı qəbul et. Bu, heç nəyə itirmək deyil, əksinə o anlaşılmazlığın içinə daldıqca orada gizlənən incə bir müdrikliyi kəşf edəcəksən. Bu yayın son ayında havalar hələ isti, günlər uzanarkən sən öz daxili səyahətinə çıxırsan. Yolun açıq olsun, sevgi həyatında əkizlər bürcü üçün 4 avqust olduqca sınaqlı, amma eyni zamanda münasibətlərini dərinləşdirmək üçün qızıl fürsətdir. Əgər cütlüksən, bugün ortağınla aranda o yüngül, amma davamlı kiprikləşmələr, bəlkə bir-birinizə qarşı həddindən artıq tənqidi yanaşma, bəlkə bir-birinizin fikirlərinə qulaq asmamaq, bəlkə də gündəlik həyatın o monoton axını içində unutduğunuz incə şirinliklər, bugün hamısı üzə çıxacaq. Amma bu, onların dağıdıcı olacağı anlamına gəlmir. Əksinə, ulduzlar sənə bir pəncərə açır. Bugün ortağının ən həssas, ən açıq anında ona yaxınlaşsan, o da sənə özünün ən gizli qorxularını aça bilər. Əkizlər olaraq sən sevgini söhbətlə ifadə edirsən, amma bugün sözlər kifayət etməyəcək. Ortağına sadəcə olaraq əlini tutmaq, onunla göz-gözə gəlib susmaq ya da kiçik bir hədiyyə, bir çiçək, bir şokolad, xatırlatma, bəlkə də onun qəlbində 1000 sözdən daha çox yer edəcək. Sənin təbiətin dəyişkəndir, bu ortağını bəzən çaşdıra bilər. Bugün ona bir sabitlik ver. Ona göstər ki, bütün dəyişkənliyinə baxmayaraq onun yanında qalmağı seçirsən. Subay əkizlərə gəlincə, bugün tamamilə gözlənilməz bir tanışlıq yarana bilər. O, səni heç gözləmədiyin bir yerdə, bəlkə də bir kitab mağazasında, bir sərgidə ya da parkda gəzərkən qarşına çıxacaq. Bu insan sənin əvvəlki tanışlarının heç birinə bənzəməyəcək, daha dərindir, daha susqun, amma söhbət etdikcə için fırtınalar qopacaq.
Amma sən bugün qəlbinlə yanaşı, başını da dinlə. Çünki bu insan səni o qədər cəlb edəcək ki, bəlkə də bütün ehtiyatı bir kənara qoyub, hər şeyi tez yaşamaq istəyəcəksən. Amma ulduzlar deyir, yavaşla. Bu, bir şərab kimi vaxtı ilə açılmalıdır. Sağlamlıq baxımından 4 avqust sənin ən çox diqqət etməli olduğun sahələrdən biridir. Çünki əkizlər bürcü olaraq sən çox vaxt öz bədənini unudarsan. Beynin o qədər sürətli işləyir, fikirlər o qədər çoxdur ki, bədəninin sadəcə bir daşıyıcı olduğunu düşünərək ona layiq olduğu qayğını göstərməzsən. Bugün isə bədənin sənə qalxan çıxarır. Xüsusilə sinir sistemi, yuxu rejimi, mədə və bağırsaqlar bugün ən həssas orqanlarındır. Yayın istisində çox soyuq içkilər, qeyri-müntəzəm qidalanma, gecə yuxularının pozulması, bütün bunlar bugün özünü baş ağrısı, yüngül baş gicəllənmə ya da diqqət dağınıqlığı ilə göstərə bilər. Məsləhətim budur, bugün səhər oyanan kimi bir stəkan ilıq su için, içinə bir dilim limon və bir çimdik duz əlavə et. Bu, elektrolit balansını düzəldər. Gün ərzində qəhvə və enerji içkiləri əvəzinə yaşıl çay və ya qurudulmuş nanə çayı iç. Əgər mümkünsə günün ən isti saatlarında 12-16 günəşdə qalma, kölgədə, sərin yerdə ol. Çünki sənin bürcünün hakim planeti Merkuridir. Bugün Merkuri ilə Neptun arasında yaranan qeyri-müəyyən bucaq sənin yuxularını daha da canlı, bəlkə biraz da qorxulu edə bilər. Bu səni narahat etməsin, sadəcə yuxudan əvvəl rahatlaşma üsulları tətbiq et, yumşaq musiqi dinlə, nəfəs alış-verişinə diqqət yetir. Həmçinin sənin çiyin və boyun nahiyən gərginlik yığmağa ən meyilli yerdir. Bugün axşam bir isti duş qəbul edib, sonra çiyinlərinə yüngül masaj etsən, yuxun daha rahat və dinc olar. Sağlamlıq sənin üçün yeni bir maraqlı mövzu kimi qəbul etməli olduğun bir sahədir, onu öyrən, araşdır, bədəninin dilini başa düş. Maliyyə məsələlərində 4 avqust əkizlər bürcü üçün olduqca dinamik, həm də bir o qədər diqqət tələb edən bir gündür. Günəşin sənin gəlir evində olması bugün maliyyə mövzusunda danışıqlar, yazışmalar, yeni təkliflər, kiçik qazanclar üçün çox əlverişli bir zəmin yaradır. Bəlkə də əvvəllər etdiyin bir freelans iş, yarımçıq qalmış bir layihə bugün tamamlanar və qarşılığında gözlədiyindən biraz daha çox qazanc əldə edərsən. Bu, səni çox sevindirər, çünki əkizlər olaraq sən birdən-birə gələn qazancları sevirsən. Bu, sənin üçün həm sürpriz, həm də oyundur. Amma diqqətli ol, bugün xərc etmək üçün də bir o qədər stimul var, yeni bir texnologiya, yeni bir telefon, yeni bir proqram və ya heç ehtiyacın olmadığı halda alış-veriş səbətinə atacağın şeylər. Bugün büdcəni ciddi şəkildə nəzərdən keçir. Özünə sual ver, bu aldığım mənə nə qatır? Əyləncə, rahatlıq, yoxsa gerçək dəyər? Əgər bu suala cavab verə bilmirsənsə, o şeyi alma. Bugün maliyyə planı üçün daha ağıllı addım, gələcəkdəki böyük xərclər üçün, məsələn, təhsil, səyahət ya da yeni bir işə başlamaq üçün, bir yığım hesabı açmaq və ya mövcud yığımını yenidən təşkil etməkdir. Bugün aldığın kiçik bir maliyyə məsləhəti gələn il səni böyük bir maliyyə problemindən qoruya bilər. Həmçinin bugün borc almaq ya da başqasına borc vermək üçün çox məsləhət görülmür. Maliyyə münasibətləri bugün biraz qarışıq ola bilər, ona görə də pul mübadiləsindən mümkün qədər uzaq dur. Karyera baxımından 4 avqust sənin üçün fikir yarmarkası günüdür. Bugün zehnin həmişəkindən də parlaq, daha sürətli, daha yaradıcıdır. Əgər işin yazıçılıq, jurnalistika, marketinq, tərcümə, təhsil, proqramlaşdırma və ya hər hansı bir kommunikasiya sahəsindədirsə, bugün sənin üçün tamamilə qızıl gündür. Çünki Merkuri ilə Günəş arasında yaranan harmoniya sənin təkliflərini, fikirlərini, layihələrini başqalarına çatdırmaq bacarığını zirvəyə çatdırır. Görüşlərdə, təqdimatlarda, danışıqlarda sənin sözlərin fərqli, təravətli, həm də inandırıcı olacaq. Rəhbərliyin diqqəti sənin üstündə olacaq. Amma diqqət, əkizlər olaraq sən bəzən o qədər çox fikir söyləyirsən ki, əsas məqsəd unudulur. Bugün hər bir fikrini söyləməzdən əvvəl özünə sual ver. Bu, məni məqsədimə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır? Fikirlərini süz, ən güclü bir iki fikri seç və onları polad kimi cilala. Bugün karyera həyatında yeni bir dostluq, yeni bir əməkdaşlıq təklifi ala bilərsən. Bu təklif səni tamamilə fərqli bir istiqamətə aparar. Amma bugün həmin təklifi qəbul etmək üçün hələ tezdir. Onu yazıya al, araşdır, düşün, bir neçə gün sonra cavab ver. Çünki bu təklif zahirdə çox parlaq görünsə də bəzi maddi və ya hüquqi detalları sonradan görmək mümkündür. Sənin üçün ən vacib karyera dərsi bugün uğur, təkcə zəka ilə yox, eyni zamanda doğru qərar verməklə gəlir. Xərçəng.
4 avqust 2026-cı il. Əziz xərçəng, sənin üçün illərdir öz daxilində gəzdirdiyin o duyğu fırtınalarının birdən sakitləşdiyi, səma ilə yerin arasında incə bir tarazlıq yarandığı gündür. Sənin bürcün su elementinə aiddir, amma bu su heç vaxt sakit olmur. O, bəzən dalğalanar, bəzən daşar, bəzən də özünü o qədər dərinə çəkər ki, heç kim onun nə düşündüyünü anlamaz. Amma bugün o su güzgü kimi şəffaf və sakitdir. Günəş sənin ikinci evinə yeni enerji gətirir. Bu da maddiyyat, öz dəyərini duymaq və sabitlik axtarışı deməkdir. Sən həmişə başqalarının qayğısına qalan, evi, ailəni, yaxınlarını hər şeydən üstün tutan xərçəng, bu dəfə öz qayğına, öz maddi və mənəvi təhlükəsizliyinə diqqət yetirməlisən. Çünki sən nə qədər güclü olursan olsan, içindəki o uşaq qorxur, narahat olur, bəzən də səssizcə kömək istəyir. Bugün o uşağa qulaq as. Ona de ki, mən burayam, mən səni qoruyuram. Bugün Marsla Zühəl arasında yaranan xüsusi bucaq sənin üçün həm ailə, həm də karyera arasında sıxışıb qalmış hisslərini yenidən nəzərdən keçirtməyin vaxtıdır. Bəlkə də uzun müddətdir işlə ailə arasında sıxışıb qaldığını hiss edirsən, ya da evdəki məsuliyyətlərlə peşə həyatının tələbləri arasında özünü itirmisən. Bugün ulduzlar sənə bir ara verməyi, dərin nəfəs alıb, həqiqətən nə istədiyini düşünməyi məsləhət görür. Sənin qəlbən istədiyin şey, bəlkə də heç kimə söyləmədiyin o gizli arzundur. Bir qəhvə mağazası açmaq, ya da bir bağ salmaq, ya da uşaqlıqdan bəri sevdiyin sənətlə məşğul olmaq. Bugün həmin arzunu bir daha xatırlamaq üçün əla gündür. Bu yayın sonlarında günəş şüaları hələ güclü olsa da, axşamlar artıq sərinləməyə başlayır. Bu keçid dövrü sənin də öz həyatında yeni bir keçidə hazırlaşmağın vaxtıdır. Özünə inan, çünki xərçəng bürcünün səbri, şəfqəti və dərin müdrikliyi səni istədiyin hər qapıya çatdırar. Sevgi sənin üçün həmişə ən mühüm mövzu olub, əziz xərçəng. Çünki sən sevgisiz yaşaya bilməzsən, sevgidən qidalanarsan, sevgi səni evə bağlayar. 4 avqustda sevgi həyatında səni çox dərin, çox təmiz, həm də biraz acılı, şirinli hisslər gözləyir. Əgər cütlüksən, bugün ortağınla aranda olan o səssiz anlar, o axşam yeməyində danışılmamış sözlər, o yataqda bir-birinizə sırtınızı dönüb yatmağınız, ya da səhər tezdən bir-birinizə qarşı hiss etdiyiniz o körpə istilik. Bütün bunlar bugün bir qədər dərinləşəcək. Ayın sənin bürcündə olması səni həmişəkindən daha həssas, daha alıcı edir. Ortağının sənə söylədiyi hər bir söz, etdiyi hər bir hərəkət sənin qəlbinin dərinliklərində əks-səda verəcək. Amma bugün ən vacib şey ortağının səni başa düşüb düşməməsi deyil, sənin özünü başa düşməyindir. Sənin ortağına söyləmək istədiyin, amma dilinə gətirə bilmədiyin o sözlər, bugün onları düşün, onları formasına sal. Çünki sənin hisslərin o qədər dərindir ki, onları ifadə etmək çətin olar. Amma bugün qorxma, açıl. Ortağının səni mühakimə edəcəyindən qorxma. O, səni sevir, sən də onu. Subay xərçənglər üçün isə bugün sevgi baxımından olduqca mühüm və taleyüklü görüşlər baş verə bilər. Bu, tanımadığın bir mühitdə, bəlkə də bir yas mərasimində ya da dostlarınla etdiyin bir səfərdə qarşılaşacağın biri ola bilər. Bu insan səndən tamamilə fərqli, daha səsküylü, daha cəsur ya da daha qapalı, amma söhbət etdikcə məlum olar ki, o eyni dərinlikdə, eyni həssaslıqda biridir. Amma ulduzlar xəbərdarlıq edir, bugün tanışdığın insana qarşı çox tez bağlanma. Sevgi, şərab kimi zamanla yetişir. Ona tanış olmağa, onu hiss etməyə vaxt ver. Sağlamlıq baxımından 4 avqust xərçəng bürcü üçün bir növ təmizlənmə günüdür. Sən digər bürclərə nisbətən duyğularını bədənində daha qabarıq hiss edən birisən. Stres, qorxu, narahatlıq, bütün bu duyğular sənin bədənində mədə krampları, baş ağrısı, yorğunluq ya da allergik reaksiyalar kimi üzə çıxar. Bugün xüsusilə mədə və həzm sisteminə qarşı həssas ol. Yayın meyvələri, soyuq içkilər, bol ədviyyatlı yeməklər bugün mədənə ağır gələ bilər. Səhər yeməyinə yüngül bir sıyıq, bir qaşıq bal, bir neçə qoz fındıq, gün ərzində isə bol tərəvəz, yüngül ət yeməkləri və bol su. Unutma ki, xərçənglərin ən həssas yeri mədə və döş nahiyəsidir. Bugün özünə qarşı yumşaq ol. Əgər fiziki fəaliyyət edəcəksənsə, yüngül yoga, pilates ya da gəzinti, ağır idman və ya çəki məşqlərindən daha faydalıdır. Çünki sənin bədəninə indi ən çox lazım olan şey sıxılma yox, açılmaqdır. Günün yorğunluğunu çıxarmaq üçün axşam isti bir duş qəbul et, duşa bir neçə damla lavanda yağı əlavə et. Bu, həm bədənini, həm də zehnini rahatlaşdırar. Həmçinin bugün yuxu rejiminə xüsusi diqqət ayır. Yatmazdan ən azı 1 saat əvvəl bütün ekranları söndür, bir kitab oxu ya da sadəcə pəncərədən bax.
Çünki sənin daxili dünyan bugün biraz daha doludur, yuxuların daha canlı, bəlkə biraz qarışıq olar. Bu normaldır, qorxma, maliyyə məsələlərində 4 avqust xərçəng bürcü üçün yeni başlanğıcdır. Günəş sənin maddiyyat evinə yeni bir enerji gətirir. Bu, o deməkdir ki, qarşıdakı həftələrdə maliyyə vəziyyətində yaxşılaşma, yeni gəlir mənbələri, əvvəlki borcların bağlanması ya da yığımlarının artması mümkündür. Amma bugün, məhz bugün böyük maliyyə qərarları vermə. Çünki Marsın təsiri altında bəzi qərarları duyğularına əsasən verə bilər, sonra isə peşman ola bilərsən. Əgər bu yaxınlarda bir ev, avtomobil, torpaq ya da hər hansı bir əmlak almağı düşünürsənsə, bugün o alış üçün ilkin araşdırmalar etmək üçün əla gündür. Amma müqavilə imzalamaq ya da ödəniş etmək üçün bir neçə gün gözlə. Bugün yığımlarının siyahısını çıxar, gələn ayın xərclərini planlaşdır və uzun müddətli hədəflər üçün bir yığım hesabı açmağın vaxtıdır. Xərçənglər başqalarına kömək etməyi sevdikləri üçün bəzən öz maddiyyatlarını unudurlar. Bugün özünə xatırlat, sən yalnız başqalarına qayğı göstərəndə yox, öz qayğına da baxanda daha güclü olarsan. Kiçik bir maliyyə məsləhəti al, bir maliyyə proqramı yüklə ya da bir dostunla maliyyə planları barədə danış. Bugün atacağın o kiçik addım, gələn il səni daha rahat, daha təhlükəsiz hiss etdirəcək. Karyera baxımından 4 avqust xərçəng bürcü üçün işığa çıxmaq günüdür. İllərdir arxa planda çalışdığın, heç kimə söyləmədiyin, amma böyük əhəmiyyət daşıyan o layihə bugün nəhayət tamamlanır və başqaları tərəfindən görülür. Günəşin sənin peşə evinə yerləşməsi, rəhbərliyin diqqətinin sənə çevriləcəyini göstərir. Amma sən xərçəng olaraq tərifdən, diqqətdən çox rahat deyilsən. Sən öz işini görüb evinə qayıtmağı sevirsən. Amma bugün o təbii utancaqlığını bir kənara qoyub, işığın altında dayan. Çünki sən əslində çox istedadlı, çox dərin, çox fədakarsan. Rəhbərliyin və ya iş yoldaşlarının sənə göstərəcəyi bu maraq sənə yeni imkanlar, yeni layihələr, bəlkə də yeni bir vəzifə aça bilər. Ancaq diqqətli ol, bugün yeni bir təklif, yeni bir iş dəvəti ala bilərsən. Bu təklif səni çox sevindirəcək, çünki sən uzun müddətdir dəyişiklik istəyirsən. Amma bugün həmin təklifi qəbul etmək üçün hələ tezdir. Özünə vaxt ver. Özünlə danış, ailənlə danış, düşün, bu təklif sənin həyatınla, ailənlə, daxili dəyərlərinlə nə dərəcədə uyğundur. Karyerada uğur təkcə yüksək maaş deyil, həm də sənin ruhunu doyuran, səni evə xoşbəxt aparan bir işdir. Bugün o təklifi yazılı şəkildə al, bir neçə gün araşdır, suallarını hazırla, sonra cavab ver. Şir 4 avqust 2026-cı il, əziz Şir, sənin üçün ulduzların səhnə işıqlarını birbaşa üzərinə çevirdiyi, nəhayət ki, uzun müddətdir gözlədiyin o tanınma və qədirbilənlik anının gəldiyi gündür. Günəş sənin səltənətində özünün tam parlaqlığına çataraq, səni təkcə şəxsiyyət olaraq deyil, həm də iradə, əzmkar və cəsarət rəmzi olaraq işıqlandırır. Sən bugün oyanan kimi havada fərqli bir enerji hiss edəcəksən, sanki bütün kainat sənin ətrafında fırlanır, sanki hər bir şey sənin nə edəcəyini gözləyir. Bu hiss boş yerə deyil. Bu il, bu ay, bugün sən özünün ən orijinal, ən xalis versiyana qayıdırsan. Amma bu dəfəki qayıdış sadəcə köhnə qürurun və ya dikbaşlığın qayıdışı deyil, illərin təcrübəsi ilə cilalanmış, daha dərin, daha müdrik, daha insani bir iradənin qayıdışıdır. Keçmiş ayların bəzən yorucu, bəzən də çaşdırıcı enerjiləri artıq arxada qalır. 4 avqustda səma sənə həm şəxsi, həm peşə, həm də münasibət həyatında irəliyə doğru cəsarətli bir addım atmaq üçün açıq bir dəhliz təqdim edir. Sən şirsən. Səni anlamaq üçün qəhrəmanlıq, xeyirxahlıq, səxavət və liderlik sözləri kifayət etmir. Sən eyni zamanda içində incə, həssas və qoruyucu bir ürək daşıyırsan. Bugün o ürək çox açıqdır. Günəşlə Mars arasında yaranan ateşli birlik səni həmişəkindən daha yaradıcı, daha cazibədar və daha təsirli edir. Amma bu birlik həm də sənə xatırladır. Böyüklük təkcə işıqda olmaq deyil, işığın haraya düşəcəyini seçməkdir. Bugün sənin sözlərin, əməllərin, hətta susuşların belə başqalarına bir şey deyir. Ona görə də qərar ver. Bugün sən necə bir lider, necə bir dost, necə bir sevgili olmaq istəyirsən? Bu suala verdiyin cavab bütün günün gedişatını təyin edəcək. Amma qorxma, çünki sənin ulduzlar tərəfindən qorunan, seçilmiş bir yolun var. Bugün həyatın bir neçə sahəsində mühüm dönüş nöqtələri yaşayacaqsan. Və yadında saxla, şir üçün ən böyük uğur başqalarını qazanmaq və eyni zamanda özünü itirməməkdir. Sevgi həyatında şir bürcü üçün 4 avqust münasibətlərin odun alovlandığı, ehtirasın, səmimiyyətin və eyni zamanda biraz da dramın qovuşduğu bir gündür.
Əgər cütlüyün varsa, bugün ortağının gözlərində nələrsə parıldayacaq. Sənə qarşı o körpə heyranlıq, bəlkə də ilişib qalmış hisslər, bəlkə də səndən gözlədiyi bir etiraf. Sən şirsən, sevgiyi böyük jestlərlə ifadə edən birisən. Bahalı hədiyyələr, romantik axşam yeməkləri, böyük sözlər. Amma bugün ortağının ehtiyacı olan şey bəlkə də daha sadə, daha insanidir. O, bəlkə də çoxdan səndən mənə ehtiyacım var deyə bir söz, səni başa düşürəm deyə bir baxış ya da səninlə fəxr edirəm deyə bir qucaqlama gözləyir. Bugün onun əlindən tut, onun gözlərinin içinə bax və sus. Çünki bəzən ən böyük sevgi ifadəsi sözsüzdür. Bugün sizin aranızdakı enerji çox güclü olacaq. Əgər bu enerjini düzgün istiqamətləndirsəniz, bir-birinizi uzun müddətdir görmədiyiniz kimi kəşf edəcəksiniz. Amma eyni zamanda bugün güc mübarizəsi də yarana bilər. Sən təbii olaraq idarə etməyi sevirsən, ortağın isə bəlkə də bugün sənə qarşı qalxan çıxarmaq istəyir. Bu qalxan çıxarmaq onun sənə qarşı olması deyil, özünü ifadə etmək, özünü göstərmək istəyidir. Bugün oyanışında sevgini bir döyüş meydanı kimi yox, bir bağ kimi gör. Bəzən su verirsən, bəzən günəş, bəzən də sadəcə gözləyirsən. Subay şirlər üçün isə bugün taleyüklü görüş baş verə bilər. Sən həmişə ətrafında insanlar olan, parlayan, diqqət mərkəzində olan birisən. Bugün qarşılaşacağın insan sənin bu parlaqlığından qorxmayan, əksinə onunla yanaşı özü də parlayan biri olacaq. Bu, ilk görüşdə səni təəccübləndirəcək, çünki o, sənin əksinə daha sakit, daha düşüncəli, amma danışdıqca səni ofsunlayacaq. Amma yavaş ol, çünki bugün şəlalə kimi axan duyğular bəzən insanı gözdən yayındırar. Sağlamlıq baxımından 4 avqust Şir bürcü üçün yenidən canlanma günüdür. Sən bürcünün elementi olan ateşin təsiri ilə adətən çox enerjili, çox dinamik olursan. Amma yay boyu o enerjini bəzən həddindən artıq istifadə edərək bədənini yorursan. Bugün bədənin sənə bir siqnal göndərir, dayan, nəfəs al. Xüsusilə ürək, qan dövranı və bel nahiyən bugün diqqət tələb edir. Günəşin bu burcda olması sənə əlavə bir canlılıq versə də eyni zamanda bədənində iltihab, qızdırma ya da allergik reaksiyalar kimi kiçik problemləri də üzə çıxara bilər. Səhər oyanan kimi bir stəkan isti suya bir dilim limon əlavə edib iç, bu bədənindəki toksinləri atmağa kömək edər. Gün ərzində qızmar günəş altında çox qalma. Sən günəşin övladı olsan da bugün onun şüaları sənin üçün biraz ağır ola bilər. Səhər tezdən ya da axşam gün batanda gəzinti etmək, səhər yüngül idman ya da hovuzda üzmək, bədəninə ən çox fayda verəcək hərəkətlərdir. Yeməklərdə qızardılmış, yağlı, ağır qidalardan qaçın. Daha çox təzə tərəvəz, meyvə, qaynadılmış ət və balıq. Bugün bədəninə təşəkkür et, bir bədən masajına yazıl ya da özünə evdə isti duş və bitki çayı hazırla. Həmçinin zehni sağlamlığına xüsusi qayğı göstər. Sən lider olmağa öyrəşdiyin üçün stressi, narahatlığı çox vaxt içində boğarsan. Bugün o hissləri ifadə et, bir dostunla danış ya da gündəlik yaz. Çünki sağlam bədən təkcə yemək və idmanla deyil, həm də sərbəst buraxılmış duyğularla qazanılır. Maliyyə sahəsində 4 avqust Şir bürcü üçün məhsul yığımı günüdür. Bu il boyunca səylə çalışdığın, planladığın, risk etdiyin layihələr bugün nəticə verməyə başlayır. Günəşin maliyyə evinə yerləşməsi, maaş artımı, bonus, əvvəlki investisiyalardan gələn gəlir ya da əvvəllər satdığın bir əmlak və ya məhsulun nəhayət ödənişini almaq kimi müsbət xəbərlər gətirir. Bu, səni çox sevindirəcək, çünki şirlər qazanmağı, maddi rahatlığı sevirlər. Amma diqqət, bugün pulun gəlişi ilə yanaşı, xərcləmək istəyi də bir o qədər çox olacaq. Yeni bir avtomobil, yeni bir telefon, bahalı bir saat ya da lüks bir səyahət, bu fikirlər beynini dolandıracaq. Özünə bir hədiyyə verməyin tam vaxtıdır, çünki sən buna layiqsən. Amma bu hədiyyənin büdcəyə uyğun olub-olmadığına bax. Bugün maliyyə planlayıcısı ilə danışmaq, gələn illər üçün investisiya strategiyası qurmaq üçün əla fürsətdir. Həmçinin bugün başqalarına kömək etmək üçün bir fürsət ola bilər. Sənin səxavətin Şir bürcünün ən gözəl xüsusiyyətlərindən biridir, amma unutma ki, əvvəlcə öz maddi təhlükəsizliyini təmin et, sonra başqalarına əl uzat. Karyera baxımından bugün Şir bürcü üçün irəli çıx günüdür. Rəhbərliyin, iş yoldaşlarının, hətta rəqiblərinin belə səndə gördükləri bacarıq, sədaqət, yaradıcılıq, bugün hamısı bir araya gələrək səni yeni bir zirvəyə qaldıracaq. Günəşin 10-cu evində olması, karyera uğurlarının artıq gizli qala bilməyəcəyini, sənin adının ən yuxarı pillələrdə çəkiləcəyini göstərir. Bugün bir təqdimat, bir layihə təqdimi, bir iş görüşməsi ya da bir danışıqda çox güclü çıxış edəcəksən.
Söz seçimin, duruşun, cəsarətin hamını heyran edəcək. Amma diqqət et, şir olaraq bəzən mən çox deyir, biz az deyirsən. Bugün o uğuru təkcə özünün etdiyini unudub, komandana, iş yoldaşlarına da pay ver. Onlara təşəkkür et, onları təriflə, bu səni daha da böyüdəcək, çünki əsl lider başqalarının da böyüməsinə şərait yaradandır. Peşə həyatında uzun müddətdir düşündüyün bir dəyişiklik, yeni bir iş, yeni bir layihə təklifi bugün gələ bilər. Qərar vermə, öncə bütün detalları araşdır, ailənlə məsləhətləş, düşün. Qız 4 avqust 2026-cı il. Əziz qız, sənin üçün nizamın, saflığın və həmişəki o incə analizin biraz kənara qoyulduğu, qəlbini beyninin qarşısında bir addım önə çıxartmağın vaxtıdır. Sən həyatı təhlil etməyə, hər şeyi kateqoriyalara bölməyə, hər bir detalı ən incə nöqtəsinə kimi yoxlamağa öyrəşmisən. Amma bugün ulduzlar sənə deyir, burax, bu dəfə hiss et. Çünki həyatın bəzi gözəllikləri, sevginin bəzi dərinlikləri, uğurun bəzi sirləri analizdən qaçar. Sən o qədər mükəmməliyyət axtarırsan ki, bəzən qarşındakı qüsursuz gözəlliyi görməzdən gəlirsən. Bugün o gözəlliyi görmək üçün bir pəncərə açılır. Günəşin sənin 12-ci evinə yerləşməsi səni öz daxili aləminə, yuxularına, keçmişinə, eləcə də qarşı tərəflə bağlı əlaqələrə doğru yönəldir. Bu, səthdə görünməyən, amma həyatını idarə edən o incə enerjilərlə işləmək deməkdir. Marsla Merkuri arasındakı əlaqə isə sənin üçün maraqlı bir vəziyyət yaradır. Bir tərəfdən hər şeyi planlaşdırmaq, sistematik hərəkət etmək istəyirsən, digər tərəfdən isə içində yanan bir sərbəstlik, ani qərarlar vermək arzusu var. Bu ziddiyyət səni çaşdıra bilər, amma qorxma, çünki bu çaşqınlığın içində yeni bir sən kəşf edəcəksən. Sən qız olaraq həmişə başqalarına qulluq edən, onların problemlərini həll edən birisin. Amma bugün nəhayət özünə qulluq etməyin, öz problemlərinlə yüzləşməyin vaxtıdır. Çünki sən özünü başqalarına verdikcə içindəki o boşluq böyüyür. Bugün o boşluğu doldurmağa başla, bəlkə də bu səhər yuxudan qalxanda başında min bir fikir var, sabahki işlər, həll olunmamış məsələlər, kiminsə sözü, kiminsə baxışı. Amma bugün ulduzlar səndən o fikirləri bir anlıq kənara qoyub, sadəcə olaraq pəncərədən çölə baxmağı, günəşin şüalarında rəqs edən toz zərrələrini, uşaqların gülüşünü ya da küləyin yarpaqları oynatdığını izləməyi xahiş edir. Bu sadəlik, bu anlıq diqqət sənə aylardır axtardığın o sakitliyi verə bilər. Bugün məhz 4 avqustda sənin daxili aləmin xarici dünyadan daha vacibdir. Oradakı səslərə qulaq as, sevgi həyatında qız bürcü üçün 4 avqust münasibətlərə yeni bir nəfəs, yeni bir rəng gətirən gündür. Sən sevgini daha çox ağılla, planla, qayğı ilə ifadə edirsən. Ortağına yemək biçir, onun paltarlarını yuyur, işini yadda saxlayıb ona xatırladırsan. Amma bəzən ortağının ehtiyacı olan şey, bəlkə də bu praktiki qayğılardan çox, sadəcə mən səni sevirəm deməyindir. Bugün ürəyini açmaq üçün bir fürsətdir. Əgər cütlüksən, bugün ortağınla aranda olan o susqunluq, o danışılmamış söhbətlər birdən-birə səthə çıxa bilər. Amma bu pis deyil. Çünki bu söhbətlər münasibətinizin dərinləşməsi üçün bir fürsətdir. Ortağın bəlkə də son vaxtlar sənin çox işlədiyini ya da çox narahat olduğunu, özünü unutduğunu görüb və bu səni incitdiyini düşünür. Bugün ona de ki, mən yorğunam, amma səni sevirəm. Bu sadə etiraf onun qəlbini rahatlaşdırar. Subay qızlar üçün isə bugün çox xüsusidir. Sən adətən yeni insanlarla tanış olanda çox ehtiyatlısan, çox araşdırıcısan. Amma bugün qarşına çıxacaq biri sənin bütün ehtiyatlarını bir kənara qoymağına səbəb olacaq. Bu insan bəlkə də sənin iş yoldaşın ya da köhnə bir dostun ya da tamamilə təsadüfi bir görüşdür. Onunla söhbət edərkən sanki illərdir tanışmış kimi hiss edəcəksən. Amma diqqətli ol, sənin analitik beynin bu görüşdə hər şeyi çox tez təhlil etmək, görəsən onun niyyəti nədir, kimi suallarla özünü yormaq istəyəcək. Bugün o beyni bir kənara qoy və sadəcə hiss et. Hiss etdiklərin səni düşüncələrindən daha uzağa aparacaq. Sağlamlıq baxımından 4 avqust qız bürcü üçün bir növ detoks günüdür. Sən bədəninin hər bir siqnalını çox incə hiss edən birisən. Bugün bədənin sənə aydın bir mesaj göndərir, dincəl. Yay boyu işlər, məsuliyyətlər, başqalarının qayğıları səni fiziki olaraq yorub. Xüsusilə həzm sistemi, bağırsaqlar, mədə bugün ən həssas orqanlarındır. Çünki stres sənin üçün birbaşa mədəyə təsir edir. Bugün səhər çox ağır bir yemək əvəzinə yüngül bir qarğıdalı və ya yulaf sıyığı yeyə bilərsən. Gün ərzində qızardılmış, ədviyyatlı, yağlı qidalardan qaç.
Daha çox bişmiş tərəvəz, qaynadılmış balıq, toyuq göğsü və bol su. Yayın meyvələrindən xüsusilə qarpız, bostan, ərik, yaşıl alma, bunlar orqanizminə vitamin verər. Amma unutma ki, sənin bürcünün ən həssas yeri bağırsaq sistemidir. Ona görə də çox soyuq ya da çox turş qidalardan qaç. Fiziki fəaliyyət olaraq bugün çox ağır idman etmə. Bunun əvəzinə səhər tezdən parkda gəzinti ya da axşam yüngül bir yoga seansı. Bədəninə söz ver, bu həftə sonu tam istirahət edəcəksən. Həmçinin bugün zehni olaraq da özünü biraz boşalt. Sən həmişə düşünürsən, həmişə planlayırsan. Bugün o düşüncələrə biraz ara ver. Bir musiqi dinlə, bir şeir oxu ya da sadəcə gözlərini yumub nəfəsini izlə. Bu sadə hərəkət sənə çox enerji verəcək. Maliyyə məsələlərində 4 avqust qız bürcü üçün büdcə yeniləmə günüdür. Sən qənaətcil, planlı, hər qəpiyi hesablayan birisən. Amma bugün bəlkə də uzun müddətdir planladığın, amma həyata keçirməyə cəsarət edə bilmədiyin bir xərc etməyin vaxtıdır. Günəşin maliyyə evinə yerləşməsi bu ay ərzində maliyyə vəziyyətinin sabitləşəcəyini, bəlkə də əvvəlki borcların bağlanacağını ya da yeni bir gəlir mənbəyinin yaranacağını göstərir. Amma bugün tələsik qərar vermə. Pul sənin üçün təhlükəsizlikdir, onu xərcləmək səni narahat edir. Amma bugün özünə sual ver, bu pulu xərcləməsəm nə qazanaram? Bu pulu xərcləsəm nə itirərəm? Əgər xərc sənə uzun müddətli fayda gətirəcəksə, məsələn təhsil, sağlamlıq ya da evin təmiri kimi, o zaman xərclə. Amma əyləncə, lüks ya ani istəklər üçündürsə, bugün dayan, bir gecə yat, sabah yenidən düşün. Həmçinin bugün maliyyə məsləhəti almaq ya da yeni investisiya imkanları araşdırmaq üçün əla bir gündür. Sənin qənaətcil və analitik təbiətin hər hansı bir maliyyə riskini qiymətləndirməkdə çox ustadır. Bugün o bacarıqdan istifadə et. Karyera baxımından 4 avqust qız bürcü üçün gözəl görünmə günüdür. Sən illərdir çalışdığın, heç kimə göstərmədiyin, amma böyük zəhmət tələb edən o layihəni bugün təqdim edə bilərsən. Günəşin sənin peşə evində yaratdığı xüsusi bucaq, rəhbərliyin, müştərilərin yaxud iş yoldaşlarının sənin işinə diqqət yetirəcəyini göstərir. Bu, sənin üçün çox sevindiricidir, çünki qız olaraq sən tərifə, tanınmağa ehtiyac duyarsan, bu, sənin üçün maddi qazancdan daha dəyərlidir. Amma diqqət et, bugün işdə çox mükəmməl olmağa çalışma. Sən hər şeyi ideal şəkildə etməyə çalışdığın üçün bəzən son anda layihəni təqdim etməkdən imtina edə bilərsən. Amma bugün unutma ki, mükəmməllik gözəldir, amma hərəkət daha vacibdir. Təqdim et, paylaş, danış. Çünki bugün sənin uğurun təkcə yazdıqlarında, hazırladıqlarında deyil, həm də onu təqdim edərkənki inamında, duruşundadır. Həmçinin bugün karyera həyatında yeni bir təklif, yeni bir layihə ya da yeni bir əməkdaşlıq təklifi ala bilərsən. Bu təklif səni çox sevindirəcək, amma qərar vermə. Öncə yazılı şəkildə al, araşdır, suallarını soruş, sonra cavab ver. Tərəzi 4 avqust 2026-cı il. Əziz tərəzi, sənin üçün balansın, gözəlliyin və harmoniya axtarışının tam mərkəzində olduğun, lakin bu dəfə o tarazlığı qorumaq üçün əvvəlkindən daha cəsarətli qərarlar verməli olacağın bir gündür. Sən həyatı çox vaxt gözəl bir rəsm əsəri kimi görürsən, hər şey uyğun, hər rəng yerində, heç bir xətt qırıq olmasın. Amma real həyat, təəssüf ki, həmişə o qədər mükəmməl olmur. Bəzən rənglər qarışır, xəttlər qırılır, tarazlıq pozulur. Və sən tərəzi olaraq bu pozğunluğa dözə bilmirsən. Amma bugün ulduzlar sənə öyrədir ki, əsl gözəllik mükəmməl simmetriyada deyil, qüsurların harmoniyasındadır. Günəşin sənin 11-ci evinə yerləşməsi sosial həyatına, dostlarına, ümidlərinə və gələcək planlarına yeni bir işıq gətirir. Bu, sənin üçün bir dönüş nöqtəsidir. Uzun müddətdir etmək istədiyin, amma cəsarət edə bilmədiyin o dəyişiklik bugün artıq bir reallığa çevrilə bilər. Sən tərəzi bürcünün ən tipik nümayəndəsisənsə, yəqin ki, ətrafındakı hər kəsi razı salmağa çalışırsan, münaqişələrdən qaçırsan, bəs onlar nə deyəcək, sualı ilə özünü yorursan. Amma bugün o sualı bir kənara qoyub, bəs mən nə istəyirəm, sualına qulaq asmağın vaxtıdır. Venüs, sənin hakim planetin bugün Marsla mürəkkəb bir rəqs edir. Bu da münasibətlərində, maddiyyatında, eləcə də daxili aləmində bir qədər gərginlik, amma eyni zamanda böyük bir aydınlanma yaradır. Əgər bugün özünü iki fikir arasında sıxışmış ya da iki insan arasında seçim etməli vəziyyətdə görsən, bil ki, bu sənin təbii halındır. Amma bu dəfə seçim etməkdən qorxma. Çünki bəzən ən düzgün seçim, ən rahat olmayan seçimdir.
və sən daxilən artıq hansı yolu seçəcəyini bilirsən. Sadəcə özünə etibar et. Sevgi həyatında tərəzi bürcü üçün 4 avqust ehtirasla səbirin, arzu ilə reallığın qovuşduğu, duyğuların biraz dalğalandığı, amma bu dalğaların səni batırmayıb. Əksinə yeni bir sahilə çıxardığı bir gündür. Əgər cütlüyün varsa, bugün ortağınla aranda olan o kiçik gərginliklər, o danışıb bitirə bilmədikləriniz birdən-birə böyüyə bilər. Amma qorxma, bu münasibətinizin sonu demək deyil, əksinə onun dərinləşməsi üçün bir imkandır. Sən tərəzi olaraq münaqişədən qaçmağı sevirsən, lakin bugün qaçmağın yeri deyil. Ortağının sənə qarşı son vaxtlar hiss etdiyi o narazılıq, bəlkə də sənin çox qərarsız olmağından ya da başqalarının fikirlərinə çox qulaq asmağından qaynaqlanır. Bugün ona de, mən səni seçirəm. Sən mənim üçün ən önəmlisən. Bu sadə, amma qəti söz onun bütün narahatlığını yox edəcək. Subay tərəzilər üçün isə bugün sevgi baxımından olduqca maraqlıdır. Sən adətən bir insanı bəyəndiyində belə uzun müddət düşünər, müqayisə edər, gözləyərsən. Amma bugün qarşına çıxan biri səni o qədər cəlb edəcək ki, bütün şübhələrin, bütün tərəddüdlərin bir anda yox olacaq. Bu insan sənə mən buradayam, bax deyəcək qədər cəsarətli, qətiyyətli, eyni zamanda incə və anlayışlı olacaq. Tanışlığınız bir film səhnəsi kimi başlasa da, unutma ki, real həyat filmlərdən daha gözəldir. Bugün qəlbinin səsinə qulaq as, o səs səni yanıltmaz. Sağlamlıq baxımından 4 avqust tərəzi bürcü üçün yeni bir ritm tapmaq günüdür. Sənin bürcünün hakim planeti Venus, gözəllik, zövq, rahatlıq deməkdir. Ancaq bəzən o rahatlıq səni fiziki fəaliyyətdən, müntəzəm yuxudan, sağlam qidalanmadan uzaqlaşdıra bilər. Bugün bədənin sənə xatırladır, gözəllik təkcə xaricdə deyil, içdədir. Xüsusilə bel, böyrək, sidik sistemi və hormonal balans bugün ən həssas sahələrindir. Səhər oyanan kimi bir stəkan isti suya bir dilim limon əlavə edib iç. Bu, bədənindəki toksinləri atmağa, həm də maddələr mübadiləsini sürətləndirməyə kömək edər. Gün ərzində təzə meyvələr, tərəvəzlər, yüngül proteinlər, qaynadılmış yumurta, toyuq, balıq sənin üçün ən uyğun qidalardır. Qızardılmış, şəkərli, süni qatqılı qidalardan bugün qaçınmağa çalış. Fiziki fəaliyyət olaraq sənin üçün ən faydalısı bədəni yormayan, amma uzun müddət davam edən hərəkətlərdir. Yoga, pilates, yüngül qaçış ya da uzun gəzintilər. Axşam yatmazdan əvvəl biraz meditasiya et. Sənin zehnin həmişə çox sayda fikir, müqayisə, seçim ilə doludur. O fikirləri bir kənara qoyub, sadəcə nəfəsini izləmək səni sakitləşdirəcək, daha dərin və rahat bir yuxuya aparacaq. Maliyyə məsələlərində 4 avqust tərəzi bürcü üçün maliyyə balansını bərpa etmək günüdür. Sən həyatın gözəl tərəflərini, estetikasını, zövqünü sevdiyin üçün bəzən xərclərində özünü sərbəst buraxırsan. Yeni bir paltar, dekorasiya, sənət əsəri ya da gözəl bir yemək, bütün bunlar səni xoşbəxt edir. Amma bugün ulduzlar səni büdcəni yenidən nəzərdən keçirməyə çağırır. Son bir neçə ayda etdiyin xərclərin siyahısını çıxar, onlara bax, bəlkə də lazımsız şeylərə pul xərclədiyini görərsən. Bugün yeni bir qənaət planı hazırlamaq üçün əla vaxtdır. Gələcəkdə ev almaq, səyahət etmək ya da öz işini qurmaq kimi böyük hədəflər üçün yığım etməyin vaxtıdır. Amma bu o demək deyil ki, bugün özünə heç bir gözəl şey ala bilməzsən. Özünə kiçik bir hədiyyə ver, bir kitab, bir çiçək ya da sevdiyin bir kafedə bir fincan qəhvə. Bu, sənə maddi rahatlıqla yanaşı, mənəvi rahatlıq da gətirəcək. Karyera baxımından 4 avqust tərəzi bürcü üçün yeni tərəfdaşlıqlar günüdür. Günəşin 11-ci evinə yerləşməsi bugün iş həyatında əməkdaşlıqların, komanda işinin, şəbəkələşmənin əhəmiyyətini vurğulayır. Əgər uzun müddətdir birlikdə işləmək istədiyin birisi varsa, bugün ona təklif etmək ya da onunla danışmaq üçün çox uyğun zamandır. Çünki sənin diplomatiyan, inandırıcılığın, gözəl söz demə bacarığın bugün zirvədədir. İnsanlar səndən çox təsirlənəcək, sənin təkliflərinə isti baxacaqlar. Amma diqqət et, tərəzi olaraq bəzən hər kəsi razı salmağa o qədər çalışırsan ki, əsas məqsədi unudursan. Bugün söhbətlərində, görüşlərində açıq və qətiyyətli ol. Zəruri hallarda yox da deməyi bacar. Çünki hər kəsi razı salmaq mümkün deyil, amma öz məqsədinə çatmaq mümkündür. Əqrəb 4 avqust 2026-cı il. Əziz Əqrəb, sənin üçün həyatın səthindəki o sakitliyin altında gizlənən güclü dalğaların üzə çıxdığı, dərinliklərdəki həqiqətlərin gün işığına çıxdığı və nəhayət, illərdir apardığın o daxili mübarizəyə son qoya biləcəyin bir gündür. Sən Əqrəb olaraq heç vaxt səthdə yaşamırsan.
Sən hər bir hadisənin, hər bir sözün, hər bir baxışın altındakı gizli mənanı, səbəbini, niyyətini axtarırsan. Bəzən bu dərin baxış səni çox yorur, çünki ətrafındakı çoxları sadəcə səthdə qalmağı, oyunu oynamağı seçir. Amma sən yalanı, saxtalığı, süni parıltını sezməkdə o qədər ustadsan ki, heç nə sənin gözündən yayına bilməz. Bugün həmin qabiliyyətin sənə ən böyük xidmətini edəcək, eyni zamanda səni ən çətin qərarların qarşısında qoyacaq. Günəşin sənin 10-cu evinə, yəni karyera və ictimai imicin evinə yerləşməsi, bugün peşə həyatında, cəmiyyət içində adının, nüfuzunun daha da parlamasına səbəb olacaq. Amma bu parıltı sadəcə şans deyil, bu illərdir zəhmətlə, səbirlə, bəzən də ağrı ilə qurduğun o möhkəm bünövrənin nəticəsidir. Sənin əvvəlki aylarda, bəlkə də keçən il, bəzi şeyləri buraxıb getməyin lazım olduğunu, bəzi əlaqələrin artıq yük olduğunu, bəzi işlərin isə səni heç irəli aparmadığını dərk etmişdin. Amma əqrəb olaraq, sən bir şeyə bağlandıqda, onu buraxmaqda çox çətinlik çəkirsən. Bugün ulduzlar sənə o yükü atmaq, o dərdləri geridə qoymaq, o köhnə döngüləri qırmaq üçün lazım olan cəsarəti verir. Mars, sənin köhnə hakim planetin, bugün Günəşlə güclü bir birlik yaradır. Bu birlik, sənin daxilindəki o mübarizə ruhunu oyadır, səni daha cəsarətli, daha qətiyyətli, həm də daha təmkinli edir. Sən artıq o gənc əqrəb deyilsən ki, hər qəzəbində dağıtsın, hər sevgisində alovlansın. Bugün sən ateşi yandırmaqla yanaşı, onu necə idarə edəcəyini də bilən bir döyüşçüsən. 4 avqust sənin üçün yalnız bir gün deyil, bu yeni bir dövrün başlanğıcıdır. Bu dövr səni özünün ən orijinal, ən güclü, ən sarsılmaz versiyanla tanış edəcək. Sevgi həyatında əqrəb bürcü üçün 4 avqust duyğuların, ehtirasın, bağlılığın və etibarın sınağa çəkildiyi, amma bu sınaqdan qalib çıxacağınız bir gündür. Əgər cütlüyün varsa, bugün münasibətiniz ən dərin, ən sınaqlı, həm də ən qızıl nöqtəsinə çatacaq. Son həftələrdə bəlkə də ortağınla aranda olan kiçik uzaqlaşmalar, danışılmayan sözlər ya da gizli saxlanılan hisslər, bugün birdən-birə gün üzünə çıxa bilər. Amma qorxma, çünki əqrəb olaraq sən həqiqətdən qorxmazsan. Sənə qorxu verən şey bəlkə də o həqiqətin nə olduğunu öyrəndikdən sonra nə edəcəyini bilməməyindir. Bugün ortağının sənə açacağı o həqiqət, bəlkə də onun illərdir sənə demədiyi bir qorxusu, bəlkə də sənə olan sevgisinin dərinliyi, bəlkə də keçmişindən gələn bir yük, səni ilk anda şoka sala bilər. Amma unutma, sən hər şeyin öhdəsindən gələcək gücə sahibsən. Və bu həqiqət münasibətiniz üçün bir sınaq yox, bir fürsətdir. Çünki o həqiqəti biləndən sonra siz münasibətinizi yenidən daha təmiz, daha dürüst, daha dərin qura bilərsiniz. Subay əqrəblərə gəlincə, bugün tamamilə gözlənilməz, amma taleyüklü bir görüş baş verə bilər. Bu insan səni sanki əvvəldən tanıyırmış kimi hiss edəcəksən. Onunla söhbət edərkən zamanın necə keçdiyini belə anlamayacaqsan. Amma diqqətli ol, əqrəb olaraq sən çox tez bağlanırsan, çox tez inanırsan, amma sonra eyni sürətlə məyus ola bilərsən. Bugün qəlbinlə yanaşı, gözlərini də açıq saxla. Hisslərini yaşa, amma onlara tamamilə təslim olma. Ən vacibi, sənin üçün ən düzgün insan səndən heç nə gizlətməyəcək, sənin dərinliyindən qorxmayacaq, səni olduğun kimi qəbul edəcək biridir. Gözlə, o gələcək, sağlamlıq baxımından 4 avqust əqrəb bürcü üçün gizli yorğunluğun üzə çıxdığı bir gündür. Sən bürcünün sirli və dərin təbiətinə uyğun olaraq ağrılarını, yorğunluğunu, narahatlığını çox vaxt içində boğarsan. Kimsə nə var, deyə soruşanda hər şey yaxşı deyib gülümsəyərsən. Amma bugün bədənin o yalanlara qulaq asmayacaq. Xüsusilə cinsi orqanlar, sidik sistemi, prostat, uşaqlıq, həmçinin qan dövranı sistemi bugün diqqət mərkəzindədir. Bugün səhər oyanan kimi bədəninin hansı hissəsində bir ağırlıq, gərginlik ya da yüngül bir ağrı hiss edirsən, oraya diqqət yetir. Bəlkə də uzun müddətdir həll etmədiyin bir sağlamlıq problemin var, bugün həkimə yazılmaq ya da ən azından müayinə üçün vaxt təyin etmək üçün əla gündür. Qidalanmada bugün çox ədviyyatlı, çox yağlı, çox turş qidalardan qaç. Təzə sıxılmış tərəvəz şirələri, qaynadılmış tərəvəzlər, yüngül şorbalar, bədəninə ən çox lazım olanlar bunlardır. Həmçinin sənin bürcünün su elementi ilə əlaqəsi suyun sənə şəfa verəcəyini göstərir. Bugün mümkünsə dənizə, gölə, çaya get ya da evdə isti duş qəbul edərək suyun enerjisini bədənindən keçir. Bu, həm fiziki, həm də ruhi olaraq səni təmizləyəcək. Eyni zamanda bugün ruhi sağlamlığına da qayğı göstər. Sənin daxilində o qədər çox fırtına var ki, bəzən onları sakitləşdirmək üçün kənardan bir əlin toxunması lazımdır.
Bugün bir dostunla danış ya da gündelik yaz. Hisslərini sözlə ifadə etmək səni yükdən azad edəcək. Maliyyə məsələlərində 4 avqust Əqrəb bürcü üçün böyük transformasiya günüdür. Sən maddiyyata həmişə ciddi yanaşan, pulu təkcə kağız deyil, həm də güc və təhlükəsizlik mənbəyi kimi görən birisən. Bugün maliyyə sahəsində bəlkə də həyatını dəyişəcək bir qərar verməlisən. Uzun müddətdir düşündüyün bir investisiya, bir əmlak alışı ya da yeni bir işə başlamaq üçün lazım olan kapitalı toplamaq, bugün o qərar üçün müvafiq ulduzlar sıralanıb. Amma Əqrəb olaraq sən riskə meyillisən, amma bugün riski yaxşı hesabla. Çünki günəşin sənin maliyyə evində olması bəzi şeyləri olduğundan daha parlaq göstərə bilər. O parlaqlığa aldanma, ətraflı araşdırma et, mütəxəssislərlə danış. Əgər borcun varsa, bugün onu bağlamaq ya da yenidən strukturlaşdırmaq üçün əla fürsətdir. Çünki sənin daxili gücün maddi yüklərdən azad olmaq istəyir. Maliyyə azadlığı sənə yalnız rahatlıq deyil, həm də əsl azadlıq verəcək. Karyera baxımından 4 avqust Əqrəb bürcü üçün şöhrət günüdür. Günəşin 10-cu evinə yerləşməsi səni peşə həyatında bir zirvəyə qaldıracaq. Rəhbərliyin iş yoldaşlarının, hətta rəqiblərinin belə səndə gördükləri o dözülməz iradə, o sarsılmaz inam, o dərin bilik, bugün hamısı mükafatlandırılacaq. Sənə yeni bir vəzifə, böyük bir layihə ya da beynəlxalq bir təklif gələ bilər. Bu, səni çox qürurlandıracaq, amma eyni zamanda məsuliyyət yükünü də artıracaq. Amma qorxma, çünki sən o yükü daşımaq üçün doğulmusan. Bugün karyeranda sadəcə işini görmək yox, liderlik etmək, istiqamət göstərmək, başqalarına ilham vermək vaxtıdır. Amma diqqət et, bugün bəlkə də bir iş yoldaşınla ya da rəhbərinlə aranda olan o köhnə gərginlik üzə çıxacaq. Bu gərginliyi çözmək üçün diplomatiya, səbr və sənin o məşhur dərin anlayışın lazımdır. Hər kəslə döyüşmək məcburiyyətində deyilsən. Bəzən ən böyük qələbə düşməni dost etməkdir. Oxatan 4 avqust 2026-cı il əziz Oxatan, sənin üçün həmişə uzaqlara baxan, üfüqün arxasında nələr olduğunu kəşf etmək üçün yanan ürəyinin nəhayət indiki zamana, bugünə, bu ana diqqət yetirdiyi bir gündür. Sən ömrün boyu yeni yerlər, yeni fikirlər, yeni macəralar axtarasan. Səyahət etməyi, fəlsəfi düşünməyi, həyatın böyük suallarına cavab axtarmağı sevərsən. Amma bəzən elə olar ki, uzaqları axtararkən öz ayağının altındakı xəzinəni görməzsən. Bugün ulduzlar sənə deyir, dayan, ətrafına bax, burada, bu anda nələr var. Günəşin sənin 9-cu evinə, yəni ali təhsil, fəlsəfə, səyahət və dünya görüşü evinə yerləşməsi səni həm intellektual, həm də ruhi olaraq yeni zirvələrə qaldırır. Amma bu zirvəyə qalxmaq üçün keçmiş bəzi inanclarından, bəzi qatı düşüncələrindən, bəzi dağınıq yollardan imtina etməyin vaxtıdır. Sən Oxatan bürcünün əsl nümayəndəsisənsə, ədalət, həqiqət, səmimiyyət sənin üçün müqəddəsdir. Saxtalığı, süni davranışları, ikiyüzlülüyü sezməkdə, ondan qaçmaqda ustadın. Amma bugün həyat sənə elə bir sual verəcək ki, onun cavabı səni öz daxili aləminə, öz həqiqətlərinə doğru bir səyahətə çıxaracaq. Bəlkə də bu səyahət, coğrafi bir səyahət olmayacaq, daha dərin, daha daxili, daha mənəvi bir səyahət olacaq. Marsla Yupiter arasındakı xüsusi əlaqə bugün sənə əlavə enerji, əlavə nikbinlik, əlavə cəsarət bəxş edir. Amma eyni zamanda bu enerji səni çox tələsməyə, çox tez qərar verməyə, bəzən də düşünmədən danışmağa sövq edə bilər. Bugün qarşına çıxan hər fürsətə hər demə. Yalnız ürəyinin səsinə uyğun, ruhunu doyuran, səni irəli aparan o yolları seç. Sənin ən böyük gücün optimizmin və inancındır. Bugün o inancı qorumaqla yanaşı, onu biraz reallığa da bağlamağı öyrən. Çünki həqiqi uğur təkcə xəyallarda deyil, o xəyalları yerə bastıran addımlardadır. Sevgi həyatında Oxatan bürcü üçün 4 avqust ehtirasla azadlığın, səmimiyyətlə macəranın qovuşduğu, münasibətlərdə yeni bir səhifə açılan bir gündür. Sən sevgidə ən çox səmimiyyətə, dürüstlüyə və ortağının sənə qarşı açıq olmasına dəyər verirsən. Saxta sevgi, saxta vədlər, saxta davranışlar, bunlar səni ən çox qəzəbləndirən şeylərdir. Əgər cütlüyün varsa, bugün ortağınla aranda olan hər şey bir film kimi aydın və şəffaf olacaq. Əgər son həftələrdə bir-birinizlə danışa bilmədiyiniz ya da bir-birinizdən gizlətdiyiniz bir şey varsa, bugün o şey səthə çıxacaq. Amma bu sizi qorxutmasın, çünki Oxatan olaraq sən həqiqətin gücünə inanırsan. Və bu həqiqət münasibətinizi ya tamamilə yeni bir səviyyəyə qaldıracaq, ya da sizə doğru olmadığını göstərəcək. Hər iki halda bu sizin üçün xeyirlidir.
Əgər münasibətiniz doğru deyilsə, onu davam etdirməyin mənası yoxdur. Əgər doğrudursa, həqiqət onu daha da möhkəmləndirər. Subay ox atanlar üçün isə bugün taleyüklü bir görüş baş verə bilər. Bu insan bəlkə də səyahət edərkən, bəlkə də xarici dillər kursunda, bəlkə də bir konfransda qarşına çıxacaq. Onun dünya görüşü, həyat fəlsəfəsi, macəra ruhu səni ilk dəqiqədən ovsunlayacaq. Söhbət etdikcə sanki öz əksini görəcəksən. Amma diqqətli ol, bugün o insana qarşı hiss etdiyin o körpə ehtiras səni gözdən yayındıra bilər. Sevgi xəyallardan daha gerçəkdir. Ona görə də yavaş ol, tanı, hiss et, qərarını ver. Sağlamlıq baxımından 4 avqust ox atan bürcü üçün enerji tənzimləmə günüdür. Sən bürcünün ateşli təbiətinə uyğun olaraq əla bir enerjiyə sahibsən. Amma bu enerjini bəzən həddindən artıq istifadə edib bədənini yorursan. Uzun səyahətlər, gecə yarısına qədər davam edən söhbətlər, yeni şeylər öyrənmək həvəsi, bütün bunlar səni fiziki olaraq yıpradır. Bugün bədənin sənə bir mesaj göndərir, dayan, dincəl, ehtiyatlarını yenilə. Xüsusilə dizlər, omba, qaraciyər, qan dövranı bugün ən həssas orqanlarındır. Bugün səhər bir stəkan təzə sıxılmış portağal suyu iç, bu sənə C vitamini verər, immun sistemini gücləndirər. Gün ərzində bol tərəvəz, təzə meyvə, qaynadılmış ət və balıq yeməyə çalış. Ağır yeməklər, bol şəkər, fast food bugün səni yorar. Fiziki fəaliyyət olaraq sənə ən uyğun olan ağır məşqlər yox, açıq havada olan hərəkətlərdir. Gəzinti, velosiped, qaçış ya da su idmanları. Bugün təbiətin içinə çıx, ayağını torpağa bas, dərin nəfəs al. Bu, sənə həm fiziki, həm də ruhi olaraq təravət verəcək. Həmçinin zehni olaraq da özünü biraz boşalt. Sən həmişə böyük fikirlər, böyük planlar içində yaşayırsan. Bugün o fikirləri bir kənara qoy, sadəcə olaraq ətrafındakı gözəlliyə bax. Bir ağacın yarpaqlarını, buludların hərəkətini, uşaqların oyununu izlə. Bu sadəlik sənə enerji verəcək. Maliyyə məsələlərində 4 avqust ox atan bürcü üçün yeni imkanlar günüdür. Sən həyata optimist baxan, maliyyə məsələlərində də bəzən risk almağa meyilli birisən. Bugün yeni bir investisiya, yeni bir iş ya da yeni bir əməkdaşlıq təklifi ala bilərsən. Bu təklif səni çox həyəcanlandıracaq, çünki sən yeni şeylərə, yeni macəralara bəli deməyi sevirsən. Amma bugün o həyəcanla yanaşı, ehtiyatlı da ol. Çünki Marsın təsiri bəzi təklifləri olduğundan daha parlaq göstərə bilər. Bugün qarşına çıxan hər fürsəti yaxşıca araşdır, detallarına diqqət yetir, mütəxəssislərlə danış. Əgər bu təklif həqiqətən dəyərlidirsə, o səni gözləyər. Tələsmə. Həmçinin bugün maliyyə planını yeniləmək, büdcə cədvəlini nəzərdən keçirmək, gələn ay üçün xərclər planı hazırlamaq üçün əla vaxtdır. Unutma ki, sərvət toplamaq təkcə qazanmaqla deyil, həm də onu qorumaq, idarə etmək, çoxaltmaqla baş verir. Karyera baxımından 4 avqust ox atan bürcü üçün təhsil və inkişaf günüdür. Günəşin 9-cu evinə yerləşməsi bugün karyeranda öyrənməyə, təhsilə, yeni bacarıqlar əldə etməyə xüsusi diqqət yetirəcəyini göstərir. Bəlkə də bugün uzun müddətdir düşündüyün bir təhsil proqramına, onlayn kursa ya da sertifikasiyaya yazılmaq üçün əla gündür. Sənin təbii marağın, öyrənmə həvəsin bugün səni uğura aparacaq. Əgər iş həyatında çıxılmaz bir nöqtəyə gəlmisənsə, bugün o çıxılmazdan çıxmaq üçün bir yol tapacaqsan. Bəlkə də beynəlxalq bir şirkət ya da xarici tərəfdaşlarla əməkdaşlıq təklifi alacaqsan. Bu təklif sənin üçün böyük bir imkandır, amma qərar verməzdən əvvəl onun səninlə, sənin həyatınla nə dərəcədə uyğun olduğunu düşün. Bugün karyeranda səmimi ol, açıq ol, dürüst ol. Çünki ox atan olaraq sənin ən böyük gücün səmimiyyətindir. İnsanlar sənin səmimiyyətinə inanır, sənə etibar edir. Bu etibarı qoru. Oğlaq. 4 avqust 2026-cı il, əziz oğlaq, sənin üçün illərdir tikdiyin o möhkəm qalanın qapılarını biraz aralayıb, içəridəki səsküyə, istiliyə, hətta dağınıqlığa icazə verdiyin bir gündür. Sən həyatını bir dağ kimi qurmusan, hər addımın hesablanmış, hər qayanın yerli yerində, hər zirvəyə çatmağın bir planı var, amma bugün ulduzlar sənə deyir ki, dağın ən gözəl mənzərəsi onun ən yüksək nöqtəsində deyil. Bəlkə də onun yamaclarında, çiçəklər açan yaylalarında, gün batımının rənglərinə büründüyü o sakit vadilərindədir. Günəşin sənin 8-ci evinə, ortaq resurslar, transformasiya, dərin emosional bağlar və gizli arzular evinə yerləşməsi bugün səni öz dərinliklərinlə, başqaları ilə olan emosional, maddi və mənəvi bağlarınla üz-üzə qoyur.
Bu, sənin üçün rahat bir sahə deyil, çünki oğlaq olaraq sən hər şeyi idarə etməyə, hər şeyi nəzarətdə saxlamağa öyrəşmisən. Amma bugün nəzarəti biraz buraxmağın, axına, həyata, başqalarının dəstəyinə, bəlkə də biraz da taliyə güvənməyin vaxtıdır. Sən oğlaq bürcünün ən səxavətli, ən sadiq, ən məsuliyyətli nümayəndəsisən. Həmişə başqalarının arxasında dayanan, onları qoruyan, onlara yol göstərən birisən. Amma bugün özünün də arxasında duran birinin olmasına icazə ver. Bəlkə də bu, həyat yoldaşın, bəlkə ailən, bəlkə də ən yaxın dostundur. Onlar sənə kömək etmək, səni anlamaq, yükünü paylaşmaq istəyirlər, amma sən həmişə mən tək bacararam deyərək onları uzaqlaşdırırsan. Bugün o qapını aç. Onlara de, mən sizə ehtiyacım var. Bu sözləri demək səni zəif deyil, əksinə daha da güclü edəcək. Çünki əsl güc təkcə özünə güvənmək deyil, həm də başqalarına güvənə bilməkdir. 4 avqust sənin üçün bir dönüş nöqtəsidir. Bugün keçmişin yüklərindən, bəzi ədalətsizliklərdən, bəzi boğucu məsuliyyətlərdən azad olmaq üçün bir fürsət yaranır. Sən artıq o cavan oğlaq deyilsən ki, hər çətinliyə tək başına dözməli olasan. İndi sənin ətrafında səni dəstəkləyən, sənin yolunu işıqlandıran insanlar var, onları gör, onlara güvən. Sevgi həyatında oğlaq bürcü üçün 4 avqust münasibətlərdə dərin bir dürüstlük, həssaslıq və bağlılıq tələb edən, amma bu tələbin qarşılığında sizə misilsiz bir yaxınlıq və anlayış bəxş edəcək bir gündür. Sən sevgini çox vaxt hərəkətlərlə, qayğı ilə, məsuliyyətlə ifadə edən birisən. Ortağına hədiyyə alar, onun problemlərini həll edər, gələcəyini planlaşdırarsan. Amma bəzən ortağının səndən gözlədiyi yalnız bu praktiki qayğılar deyil, sadəcə mən səni eşidirəm deməyindir. Bugün ortağın sənə daha əvvəl heç vaxt demədiyi bir şey deyə bilər, bəlkə də sənin çox işləməyindən şikayətlənər, bəlkə də səndən daha çox vaxt istər, bəlkə də sənə olan sevgisini təsdiqləməyini. Sənin üçün bu sözləri eşitmək çətin ola bilər, çünki sən həmişə hər şeyi düzgün etməyə çalışırsan. Amma bugün o sözləri müdafiə olmadan, irad olmadan dinlə. Onun fikirlərinə açıq ol. Çünki münasibətinizin sağlamlığı hər iki tərəfin ehtiyaclarının eşidilməsi ilə bağlıdır. Subay oğlaqlar üçün isə bugün uzun müddətdir tanıdığın, amma heç vaxt romantik baxmadığın bir insanla aranda birdən-birə bir qığılcım yarana bilər. Bu insan bəlkə də iş yoldaşın, bəlkə də ailə dostun, bəlkə də köhnə tanışındır. Bugün onun haqqında əvvəllər görmədiyin bir şey görəcəksən, bir səmimiyyət, bir dərinlik, bir cəlbedicilik. Amma oğlaq olaraq sən çox ehtiyatlısan, hisslərini ifadə etməkdə çətinlik çəkirsən. Bugün o ehtiyatı bir kənara qoy, qəlbinin səsinə qulaq as. Bir addım at. Bəlkə də bu addım həyatının ən gözəl səyahətinin başlanğıcıdır. Sağlamlıq baxımından 4 avqust oğlaq bürcü üçün daxili səslərə qulaq as günüdür. Sən bürcünün quru, torpaq elementi ilə əlaqəli olaraq çox möhkəm, dözümlü bir bədənə sahib olsan da stressi, narahatlığı, yorğunluğu ən çox içində boğan bürclərdənsən. Sümüklər, dizlər, oynaqlar, dişlər, bunlar sənin ən həssas yerlərindəndir. Bugün bədəninin həmin bölgələrində bir ağırlıq, gərginlik ya da yüngül bir ağrı hiss edirsənsə, bu bədəninin sənə dur deməsidir. Səhər oyanan kimi bir stəkan isti su için içinə bir qaşıq bal və bir çimdik darçın əlavə et. Bu bədənini oyadar, qan dövranını sürətləndirər. Gün ərzində kalsiyum və D vitamini ilə zəngin qidalar, süd məhsulları, yumurta, balıq, badam yeməyə diqqət et. Çünki sənin bürcünün qoruyucusu Saturn sümük sağlamlığına xüsusi diqqət yetirməyi tələb edir. Fiziki fəaliyyət olaraq bugün çox ağır idman, çəki məşqləri ya da uzun qaçışlar əvəzinə daha yumşaq, daha meditativ hərəkətlər, yoga, tai chi ya da uzun gəzintilər daha faydalıdır. Axşam yatmazdan əvvəl bir isti duş qəbul edib, sonra yataqda uzanıb günün yorğunluğunu bədənindən çıxarmağa çalış. Bugün özünə bir yaxşılıq et, məsələn, peşəkar bir masaj etdir ya da bir spa günü təşkil et. Bədənin bunu çoxdan gözləyir. Maliyyə məsələlərində 4 avqust oğlaq bürcü üçün ortaqlıq günüdür. Günəşin 8-ci evinə yerləşməsi bugün maliyyə həyatında başqaları ilə əməkdaşlıq, ortaq mülkiyyət, borclar, sığorta ya da irsi məsələlər kimi mövzuların gündəmə gələcəyini göstərir. Əgər bir tərəfdaşlıq, şirkət ortaqlığı ya da ailə mülkü kimi ortaq maliyyə məsələniz varsa, bugün o məsələləri müzakirə etmək, yenidən nəzərdən keçirmək üçün əla zamandır. Sən oğlaq olaraq bu cür ortaqlıqlarda çox dürüst, etibarlı, qənaətçil bir tərəfsən. Amma bugün bəlkə də ortağının səndən fərqli bir baxışı var, onu dinlə, onun fikirlərini anlamağa çalış.
bəlkə də onun təklifi uzun müddətli maliyyə sabitliyi üçün daha yaxşıdır. Həmçinin bugün borc almaq ya da borc vermək məsələlərində çox diqqətli ol. Sənin təbii qənaətçiliğin bəzi riskləri görməyə mane ola bilər. Bugün hər bir maliyyə sənədini, hər bir şərti diqqətlə oxu, başa düşmədiyin şeyləri soruş. Maliyyə azadlığı sənin üçün təkcə pul yox, həm də təhlükəsizlik və sülhdür. Bugün atacağın düzgün addım səni o sülhə bir addım yaxınlaşdıracaq. Karyera baxımından 4 avqust Oğlaq bürcü üçün dərin transformasiya günüdür. Uzun müddətdir çalışdığın, amma heç vaxt tam istədiyin nəticəni verə bilməyən o layihə bugün ya tamamilə dağılacaq, ya da tamamilə yenidən doğulacaq. Çünki Günəşin sənin 8-ci evində olması, peşə həyatında da ölüm və dirilmə prosesini başladır. Bu, səni qorxutmasın. Bu, sadəcə olaraq köhnə üsulların, köhnə düşüncələrin, köhnə iş modellərinin artıq işləmədiyini, yenilərinə ehtiyac olduğunu göstərir. Bugün bir iş görüşməsi ya da bir layihə təqdimatında çox güclü olacaqsan. Çünki sənin təhlil bacarığın, praktik yanaşman başqaları tərəfindən çox qiymətləndirilir. Amma bugün yeni bir təklif ala bilərsən. Bu təklif səni tamamilə fərqli bir sahəyə, yeni bir şirkətə ya da yeni bir vəzifəyə aparar. Amma Oğlaq olaraq sən dəyişikliyi sevmirsən. Sən sabitliyi, tanışlığı, proqnozlaşdırıla bilənliyi sevirsən. Ancaq bugün ulduzlar sənə deyir ki, o sabitlik səni boğur. İrəli getmək üçün bəzən tanışlığı tərk etmək, yeni bir başlanğıc etmək lazımdır. Bu təklifi araşdır, düşün, amma qərarını öz daxili səsinə, öz arzuna görə ver. Dolça 4 avqust 2026-cı il. Əziz Dolça, sənin üçün həmişə gələcəyə baxan, dünyanı dəyişdirmək, yeni fikirlər, yeni sistemlər qurmaq arzusu ilə yanan ruhunun birdən yerə, indiyə, ən yaxın ətrafına doğru çevrildiyi bir gündür. Sən Dolça bürcü olaraq bəşəriyyətin, texnologiyanın, sosial ədalətin, elmin, sənətin ən uzaq zirvələrində gəzən bir fikir insanısan. Sənin üçün bəşəriyyətin gələcəyi, planetin sağlamlığı, cəmiyyətin tərəqqisi sənin şəxsi maraqlarından həmişə daha önəmli olub. Amma bugün ulduzlar sənə deyir ki, dünyanı dəyişməzdən əvvəl öz evindəki ocağı yandırmalısan. Günəşin sənin 7-ci evinə, ortaqlıqlar, münasibətlər, evlilik, açıq düşmənliklər və danışıqlar evinə yerləşməsi bugün həyatının mərkəzinə başqa insanları, onlarla münasibətlərini, ortaq işlərini və emosional müqavilələrini qoyur. Bu, sənin üçün bir qədər qeyri-adi bir vəziyyətdir, çünki sən həmişə müstəqilliyin, özünə məxsusluğun və azadlığın sərhədlərini qorumağı sevmişsən. Amma bugün o sərhədləri qoruyarkən başqa bir insanın da sənin həyatında nə qədər böyük bir yer tutduğunu dərk edəcəksən. Sən Dolçasan, yəni ən humanist, ən qeyri-adi, ən qabaqcıl bürclərdən birisin. Amma sənin ən böyük paradokslarından biri odur ki, insanları çox sevdiyin halda fərdi olaraq onlarla dərin emosional bağ qurmaqda çətinlik çəkirsən. Sən məsafəni, obyektivliyi, beynin sərinliyini daha çox üstün tutursan. Ancaq bugün ulduzlar sənə bir dərs verir. Əsl dəyişiklik, əsl inqilab qəlbləri birləşdirmədən baş verməz. Bugün bəlkə də uzun müddətdir qarşılıqlı anlaşma problemi yaşadığın bir insanla, tərəfdaşın, iş ortağın, ailə üzvün ya da yaxın bir dostunla barışmaq, anlaşmaq ya da yeni bir səhifə açmaq üçün gözəl bir fürsətin var bu. Sənin üçün çətin olacaq, çünki sən səhv etməyi ya da üzr istəməyi sevmirsən. Amma bugün səhv etmək, zəif olmaq, başqasına güvənmək səni daha da böyük, daha da insan edəcək. 4 avqust sənin üçün təkcə bir tarix deyil, həm də məndən bizə doğru bir yolculuğun ilk addımıdır. Sevgi həyatında Dolça bürcü üçün 4 avqust münasibətlərinizə yeni bir nəfəs, yeni bir rəng, həm də yeni bir ciddiyyət gətirən gündür. Sən münasibətlərdə həmişə azadlığına, şəxsi məkanına, müstəqilliyinə çox əhəmiyyət verən birisən. Amma bugün sevginin təkcə azadlıq deyil, həm də qarşılıqlı bağlılıq, etibar və paylaşma olduğunu dərk edəcəksən. Əgər cütlüyün varsa, bugün ortağınla aranda o intellektual oyunlar, o maraqlı mübahisələr, o üfüqləri birlikdə kəşf etmək həvəsi birdən daha dərin, daha emosional bir şeyə çevriləcək. Ortağın bəlkə də səndən sadəcə bir fikir mübadiləsi deyil, ürəyini açmağını gözləyir. Ona görə də bugün başını bir kənara qoy, qəlbinin səsinə qulaq as. Ortağına olan sevgini təkcə sözlərlə yox, eyni zamanda kiçik hərəkətlərlə, bir fincan çay, bir isti qucaq, bir dəstək sözü göstər. Bu, onun üçün sənin min bir fəlsəfi fikrindən daha dəyərli olacaq. Subay Dolçalar üçün isə bugün olduqca maraqlı və gözlənilməz bir tanışlıq baş verə bilər.
Bu insan bəlkə də sənin ən yaxın dostlarından biri, bəlkə də bir təşkilatda, bir layihədə birlikdə çalışdığın birisi ya da təsadüfən bir kafedə, kitab mağazasında qarşılaşdığın biridir. Onun sənə olan yanaşması əvvəlki tanışlarının heç birinə bənzəməyəcək. O, səni olduğun kimi o qədər fərqli, o qədər özgün, o qədər dəli görəcək və bundan qorxmayacaq. Amma diqqətli ol, sən adətən yeni bir insanla tanış olanda onu təhlil etməyə başlayırsan. Bugün o təhlili burax. Sadəcə hiss et. Əgər o an ürəyin biraz daha sürətli döyünürsə, bu kifayətdir. Sağlamlıq baxımından 4 avqust Dolça bürcü üçün zehni və bədəni birləşdirmə günüdür. Sən bürcünün hava elementi ilə əlaqəli olaraq, zehni olaraq çox aktiv, yaradıcı və daim hərəkətdə olan birisən. Amma bəzən bu zehni aktivlik bədəninə qulluq etməyə mane olur. Sən günlərcə bir fikir, bir layihə, bir problem üzərində o qədər çox düşünərsən ki, yeməyi, yatmağı, hətta nəfəs almağı belə unudarsan. Bugün bədənin sənə xatırladır. Sən təkcə bir beyin deyilsən, sən bir bütünsən. Xüsusilə qan dövranı, ayaqlar, topuqlar, sinir sistemi bugün diqqət tələb edir. Səhər oyanan kimi bir neçə dərin nəfəs al, bədənini hiss et. Bəlkə də bu səhər həmişəkindən biraz daha yorğun, biraz da səpələnmiş oyanarsan. Bu normaldır, çünki beynin çox işləyib. Bugün özünə yüngül, qan dövranını sürətləndirəcək qidalar hazırla. Təzə sıxılmış meyvə şirələri, təzə tərəvəz salatları, qaynadılmış toyuq və balıq. Qızardılmış, yağlı, süni qidalardan qaç. Fiziki fəaliyyət olaraq sənə ən çox fayda verəcək şey açıq havada, təbiətdə olan bir hərəkətdir. Parkda gəzinti, velosiped sürmək ya da sadəcə ağacların altında oturub oxumaq. Bugün bədənini və zehnini eyni anda rahatlaşdırmaq üçün meditasiya və ya yüngül yoga edə bilərsən. Unutma ki, sağlamlıq təkcə xəstəlik olmamaq deyil, həm də daxili sülh, tarazlıq və enerjidir. Maliyyə məsələlərində 4 avqust Dolça bürcü üçün ortaqlıqlar günüdür. Günəşin 7-ci evinə yerləşməsi bugün maliyyə məsələlərində tərəfdaşlarla, ortaqlarla, həyat yoldaşı ilə ya da iş ortaqları ilə mühüm danışıqlar, qərarlar və planlar gündəmə gələcəyini göstərir. Bəlkə də uzun müddətdir birlikdə işləmək ya da birlikdə investisiya etmək istədiyin bir insan var. Bugün o insanla bir araya gəlib fikirlərinizi, planlarınızı, hədəflərinizi bölüşmək üçün əla zamandır. Sənin perspektivlərin, gələcəyə baxışın başqalarını cəlb edir. Amma diqqətli ol, Dolça olaraq sən bəzən çox idealistsən, bəzən maliyyə məsələlərində də bu idealizmə qapılıb detalları gözdən qaçıra bilərsən. Bugün hər bir ortaqlıq razılaşmasını, hər bir sənədi yazılı şəkildə rəsmiləşdirməyə çalış. Hər bir şərti, bəndi, tarixi, məbləği başa düş. Bu, sənin üçün yorucu ola bilər, amma gələcəkdə səni böyük narahatçılıqlardan qoruyar. Həmçinin bugün başqalarına maliyyə dəstəyi təklif edə bilərsən. Bu, sənin humanist təbiətinə uyğundur, amma təklif etməzdən əvvəl öz maddi vəziyyətini də nəzərdən keçir. Karyera baxımından 4 avqust Dolça bürcü üçün komanda günüdür. Günəşin 7-ci evinə yerləşməsi bugün peşə həyatında tək işləməkdənsə başqaları ilə birlikdə ortaq layihələrdə, komanda işlərində daha uğurlu olacağını göstərir. Sənin fikirlərin, ideyaların, qabaqcıl yanaşmaların başqalarının fikirləri ilə birləşdikdə həqiqətən də dünyanı dəyişə biləcək bir gücə çevrilə bilər. Bugün iş yoldaşlarınla, rəhbərliyinlə ya da xarici tərəfdaşlarla olan münasibətlərində xüsusilə açıq, səmimi və əməkdaşlığa meyilli ol. Onların təkliflərini dinlə, fikirlərini dəyərləndir, amma öz daxili səsinə də xəyanət etmə. Çünki sənin bu dünyaya gətirdiyin orijinal fikirlər, başqalarının görmədiyi o qeyri-adi həll yolları səni əvəzolunmaz edir. Əgər bugün yeni bir iş təklifi ya da yeni bir layihə təklifi alırsansa, bu təklifi dərhal qəbul etmə. Öncə onun bütün tərəflərini, uzun müddətli perspektivini, sənin şəxsi dəyərlərinlə uyğunluğunu araşdır. Çünki sən üçün karyera uğuru təkcə maaş və vəzifə deyil, həm də özünü reallaşdırmaq, dünyaya töhfə vermək, bir fərq yaratmaqdır. Balıqlar 19 fevral, 20 mart 4 avqust 2026-cı il. Əziz balıqlar, sənin üçün illərdir öz daxilindəki o sonsuz okeanda üzdüyün, yuxularla reallıq arasındakı sərhədlərin getdikcə incələşdiyi, nəhayət ki suyun səthinə çıxıb dərin nəfəs aldığın bir gündür. Sən balıqlar bürcü olaraq bu dünyaya başqa heç kimin hiss etmədiyi səviyyədə hiss etmək, sevmək, anlamaq, şəfqət göstərmək üçün gəlmisən. Sənin üçün hər bir ürək bir kainatdır, hər bir göz yaşı bir okeandır, hər bir təbəssüm bir günəş doğuşudur. Bu həssaslıq səni həm çox güclü, həm də çox zərif edir.
Amma bugün ulduzlar sənə deyir ki, bu sonsuz empatiyanın, bu dərin duyğusallığın içində özünü itirmə. Sən başqalarının dərdlərini, sevinclərini, arzularını özününki kimi yaşaya bilərsən, amma bugün 4 avqustda öz hisslərinə, öz ehtiyaclarına, öz ürəyinin səsinə qulaq asmağın vaxtıdır. Günəşin sənin 6-cı evinə, iş, sağlamlıq, gündəlik həyat, xidmət və məişət evinə yerləşməsi bugün səni yuxulardan, xəyallardan, sənət və musiqinin o sonsuz aləmindən biraz geri çəkib, daha praktiki, daha yersal, daha gündəlik məsələlərlə məşğul olmağa çağırır. Bəli, sən böyük bir rəssam, şair, musiqiçi, mistik ya da xeyirxah ola bilərsən, amma bugün sənə ən çox lazım olan şey səhər yeməyini bişirmək, iş masanı təmizləmək, bir kağızı imzalamaq ya da sadəcə olaraq planlarını yazmaqdır. Bu kiçik, gündəlik, bəlkə də sıxıcı görünən işlər əslində sənin üçün bir növ topraqlamaqdır. Onlar səni yuxudan ayıldır, səni bu fiziki dünyaya bağlayır, sənə yerini xatırladır. Sən balıqlar olaraq bəzən o qədər uzaqlara, o qədər göyə uçursan ki, öz ayaqlarının altındakı torpağı, öz ətrafındakı insanları, öz bədəninin ehtiyaclarını unudursan. Bugün ulduzlar səni sakitcə, yavaşca, məhəbbətlə yerə qaytarır. Neptun, sənin hakim planetin, bugün Marsla xüsusi bir əlaqə yaradır. Bu əlaqə sənin intuisiyanı, yaradıcılığını, ruhaniliyini daha da gücləndirir, amma eyni zamanda səni çaşdıra, bəzi şeyləri olduğundan fərqli görməyə məcbur edə bilər. Bugün qarşına çıxan hər bir vəziyyətdə, hər bir sözdə, hər bir təklifdə təkcə hisslərinə deyil, həm də reallığa, faktlara, əməli tərəflərə diqqət yetir. Çünki yuxular gözəldir, amma yuxuda yaşamaq üçün deyil, onları gerçəkləşdirmək üçündür. Sevgi həyatında balıqlar bürcü üçün 4 avqust romantikanın, şəfqətin, səmimiyyətin və eyni zamanda biraz da reallıq sınağının qovuşduğu, münasibətlərdə dərin, saf, lakin bir o qədər də aydın sərhədlər qoymağı tələb edən bir gündür. Sən sevgini bəlkə də heç kəsin hiss etmədiyi kimi hiss edirsən. Ortağının bir baxışı, bir sözü, bir susqunluğu səni o qədər dərinə apara bilər ki, özünü itirəsən. Bugün münasibətlərində məhz bu dərin hisslər üzə çıxacaq. Əgər cütlüyün varsa, bugün ortağınla aranda o səssiz anlar, o danışılmaz sevgilər, o xırda incikliklər birdən-birə bir dalğa kimi üzərinizə gələcək. Amma qorxma, çünki bu dalğa sizi batırmayacaq, əksinə daha təmiz, daha aydın, daha möhkəm bir sahilə çıxaracaq. Ortağın bəlkə də sənin son vaxtlar çox xəyalpərəst olduğundan, bəzi real məsələləri görməzdən gəldiyindən şikayətlənə bilər. O, səndən daha çox diqqət, daha çox praktiki dəstək ya da gələcəyə dair daha aydın planlar gözləyir. Səndən istədiyi təkcə mən səni sevirəm deməyin deyil, həm də o sevginin gündəlik həyatda, əməldə, qərar verməkdə də özünü göstərməsidir. Subay balıqlar üçün isə bugün sevgi baxımından tamamilə sehirli, mistik, tali kimi görünən bir tanışlıq baş verə bilər. Bu insan bəlkə də sənin rəssam dostun, bəlkə də bir konsertdə, sərgidə ya da sadəcə küçədə qarşılaşdığın biridir. Onunla göz-gözə gəldiyin anda sanki vaxt dayanacaq, sanki daha əvvəl tanıyırsan kimi hiss edəcəksən. Amma balıqlar olaraq sən çox həssassan, çox tez bağlanırsan, çox tez idealizasiya edirsən. Bugün o gözəl tanışlığa qapılıb getmə. Hisslərini yaşa, amma eyni zamanda gözlərini də açıq saxla. Bu insanın sənə qarşı niyyətləri, davranışları, sözləri ilə uyğunluq təşkil edirmi, yoxsa yox? Sevgi, yuxu yox, reallıqdır, onu həm hiss et, həm də yaşa. Sağlamlıq baxımından 4 avqust balıqlar bürcü üçün bədənə qayıdış günüdür. Sən bürcünün su elementi ilə əlaqəli olaraq duyğularını, stressini, sevincini, kədərini bədəninə birbaşa əks etdirən birisən. Əgər ürəyin ağırsa, bədənin də ağır olar, əgər ruhun yüngülsə, bədənin də rahat olar. Bugün bədənin sənə aydın bir mesaj göndərir, dayan, özünə qayıt, nəfəs al. Ayaqlar, limfa sistemi, immun sistemi, yuxu rejimi bugün ən həssas sahələrindəndir. Səhər oyanan kimi bədəninin hər bir hüceyrəsini hiss et, hansı nahiyədə gərginlik, yorğunluq ya da rahatsızlıq hiss edirsən. Oraya yumşaq toxun, masaj et ya da isti su tətbiq et. Bugün yüngül, təzə, orqanizmi yormayan qidalar yeməyə çalış. Bol tərəvəz şorbası, qaynadılmış balıq, buxarda hazırlanmış brokoli, təzə meyvələr sənin üçün ən ideal seçimdir. Şəkər, qızartı, ağır ət yeməkləri, süni qatqılar, bunlardan bugün uzaq dur. Fiziki fəaliyyət olaraq sənə ən çox yarayan, səni yerə bağlayan, lakin eyni zamanda ruhunu oxşayan hərəkətlərdir. Yoga, pilates, tai chi ya da dəniz kənarında uzun, sakit gəzinti. Axşam yatmazdan əvvəl bir neçə damla lavanda yağı ilə isti duş qəbul et ya da sakit, yumşaq bir musiqi dinlə. Bu gecə yuxuların çox canlı, bəlkə biraz qarışıq olar.
Onlara qulaq as, çünki yuxuların sənə öz daxili aləmin haqqında çox şey deyir. Maliyyə məsələlərində 4 avqust balıqlar bürcü üçün yaradıcılıq günüdür. Sən maddiyyatdan çox ruhaniyyətə, sənətə, xəyallara önəm verən birisən. Pul sənin üçün çox vaxt ikinci plandadır. Amma bugün ulduzlar sənə deyir ki, yaradıcılığını, intuisiyanı, incə zövqünü maddiyyata çevirməyin tam vaxtıdır. Günəşin 6-cı evinə yerləşməsi bugün işində, gündəlik vəzifələrində, xidmət etdiyin sahələrdə maliyyə qazancı əldə edə biləcəyini göstərir. Bəlkə də uzun müddətdir etdiyin bir sənət, rəsm, musiqi, yazı ya da hər hansı bir yaradıcı iş bugün sənə ilk maddi gəlirini gətirəcək. Bəlkə də iş yerində gördüyün əlavə iş ya da etdiyin bir təklif maaşına əlavə qazanc qazandıracaq. Bu, səni çox sevindirəcək, çünki bu təkcə pul deyil, həm də sənin yaradıcılığının, zəhmətinin, varlığının tanınmasıdır. Amma diqqətli ol, balıqlar olaraq sən bəzən pulu çox rahat xərcləyirsən, xüsusilə də duyğusal anlarında. Bugün qarşına çıxan hər bir maliyyə təklifini, alış-veriş qərarını bir gecə yatırt. Sabah səhər yenidən bax, o şey hələ də sənə lazımdırsa, o zaman al. Həmçinin bugün maliyyə işlərini bir qədər sistemləşdirmək, gəlir xərclərini qeyd etmək üçün bir dəftər ya da bir proqram yükləmək səni gələcəkdə maliyyə çaşqınlığından qoruya bilər. Karyera baxımından 4 avqust balıqlar bürcü üçün xidmət və məhsuldarlıq günüdür. Günəşin 6-cı evinə yerləşməsi bugün iş həyatında diqqətini gündəlik vəzifələrinə, kiçik amma vacib detallarına yönəltməyin vaxtı olduğunu göstərir. Bəlkə də uzun müddətdir böyük bir layihənin son mərhələsində çalışırsan, bugün o layihəni bitirib təqdim etmək üçün son toxunuşları etməli ola bilərsən. Sənin incə zövqün, yaradıcılığın, intuisiyan bugün işində çox işə yarayacaq. Rəhbərliyin ya da müştərilərin sənin bu qeyri-adi, orijinal, həssas yanaşmanı dəyərləndirəcək. Amma diqqət et, balıq olaraq sən bəzən işin içində o qədər əriyirsən ki, özünü unudursan. Bugün iş vaxtının harada başlayıb, harada bitdiyini aydın şəkildə müəyyənləşdir. Fasilələr ver, dincəl, gəz, nəfəs al. Çünki yorğun bir balıq nə üzə bilər, nə də istiqamətini tapa bilər. Həmçinin bugün karyera həyatında yeni bir təklif ya da yeni bir iş dəvəti ala bilərsən. Bu təklif sənin ruhuna uyğun, sənə yeni bir istiqamət, yeni bir məqsəd verə bilər. Amma qərar vermə. Öncə onu düşün, araşdır, ailənlə, dostlarınla danış, sonra qərarını ver.